Salam aleykum. Babat Talks olaraq biz yeni sezonun ilk çəkilişindəyik və ilk sezonun çox adına uyğun babat bir qonaq var. Rafiq Hunaltay. Rafiq, xoş gəlmisən. Xoş gördük. Necəsiz? Nə tərs? Yaxşı, hər şey. Mən Ona qərar verək ki, sizlə gedəcəyik, sənlə gedəcəyik. Sənlə. Bizdə sizlə olan bir-iki nəfər olubdu ya da ağsaqqal adamlar olubdu da onlar o şey. Mən səndən bir 2-3 kəs balacayam, indi alıram ki, ərkinə sığınaraq sən deyə müraciət edə bilərəm. Bizim deməli birinci sual dəyişmir. Birinci sual ki, Rafiq Hunaltay kimdir? Mən kimdirdən daha çox kim olmaq istəyərəm. Yəni o ikinci sual olacaqdı. Necə özün təşkil etsən? Mənsubiyyət olaraq, mənsubiyyət dedim, dini mənsubiyyət yox, deyilmi? Rol olaraq, sosial rol olaraq özünə hansı necə görürsən? Ata görürsən, sahibkar görürsən, nə bilim, türkçü görürsən, nə görürsən? Bir Azərbaycanlı görürsən. Birinci mənsubiyyət hansıdır? Mən istəyərdim ki, özümü bu formada tanısınlar ki, bir müəllim ki, mən uzun müddət tədris eləmişəm. Və ən zövq aldığım hissələrdən biri. Çox bilmirdim müəllim olduğunu. 7 ildən çox ümumi tədrislə məşğul olmuşam, indi də məşğulam. Bir də zaten son 10 ilimi ölkədə maarifçiliyin genişlənməsinə, yayılmasına həsr eləmişəm. Bu sahədə tanınmaq. Maarifçi. Bəli. Qəşəng, maraqlıdır. Maarifçi kimi. Kimi, nədə, hansı mövzuda maarifləndirmək istəyirsən? Seçimin olsa, imkanı olsa. Faktiki gördüyümüz iş bu dəqiqə biznes sektoru üçün maariflənmədir. Çünki biz demək olar ki 10 ildir təxminən 60-dan çox ümumi tədbirdə 10 mindən çox insana çata bilmişik. Onlara fikir mübadiləsi, bir müzakirə platforması rolunu oynamışıq və hesab edirəm ki, bu bir çox insanın həyatında həm dəyişiklik eləyib, həm yaxşı toxunuşlar eləyib. Bunu mən faktiki кейslərlə də bilirəm. Mənə deyənlər də olub bu haqda. Yəni az deyil də. Çünki mən özümün gənclik illərimi xatırlayıram. Biz Azərbaycan dilindəki kontentə çata bilmirdik, yox idi. Amma bu günləri nəinki Azərbaycan dilində yazılı mənbə, yəni səsli olsun, video görüntülü olsun, en qədər mənbə var. Yəni bu günləri məlumat azlığı yoxdur. Əksinə məlumat kirliliyi var. Onun daha keyfiyyətçisini seçmək problemi var bu dəqiqə oxucunun, dinləyicinin, izləyicinin. Amma nə gəldi oxumaq yox da, yəni keyfiyyətçisini seçmək problemi var bu gün. Və mən biznes sektorunda bu işlə məşğul olmuşam. Təbii ki, indi kitablar da, kitab sahəsində də fəaliyyət olub, 7 illik jurnalist fəaliyyətim olub, tədris fəaliyyəti olub, indi bunlar da haradasa təsir edir də. Mən səndən söhbətlərin birində sən mənə jurnalist fəaliyyətin barədə danışmışdın. Oradan yadda qalan bir xatirəni bölüşə bilərsən? Harda işləmirsən ümumiyyətlə və hansı maraqlı bir xatirən var? Mən bir neçə qəzetdə çalışmışam, hərbi qəzetdə olub onun içində. Ən çox xatirəm onunla bağlıdır. Ora gəlişimdə, gedişimdə tam təsadüf və prinsipiallıq üzərinə olub. Amma ən çox zövq aldığım, belə deyək də, həyat dilimlərindən biridir. Çünki istədiyimi yazmışam və istədiyimi yazdığım üçün də əlavə ödəniş almamışam. Və bu gün də o vaxt yazdığım yazıları kitab eləməklə məşğulam. Bəs xatirələrdən hansı maraqlısını bölüşə bilərsən? Cəmaatına sıxacaq bir xatirə var? Çox olub, bəzisi var deyilə bilər, bəzisi var deyilənməz. Misal üçün, mən o vaxtı dünya kəşfiyyat sistemlərinə aid məxfilər silsiləsi başlatmışdım orada və orada təxminən 30-dan çox yazı var idi. İndi bu gün bir ay sonra təxminən həmin o yazıları mən kitab kimi çap eləyəcəm, məxfilərdir adı. O yazı ərəfəsində hər dəfə fərqli yerlərdən zənglər olurdu. Bu istər dövlət olsun, istər özəl olsun, fərdi şəxslər olsun və orada da maraqlı dialoqlar olurdu belə. İndi onların hamısı tam da şeylə olmur, yəni demək olmur. Yəni nə bilim, hansı elə ölkə olub ki, misal üçün ölkə özünə girişinə qadağa qoyub. Belə şeylər də olub ki, siz falan yazıda belə eləmişsiniz. Sən giriş qoyub, var. Okey. Sən tanıyan və adını açdan ilk insana sual verirlər ki, Hunaltay. Niyə? Mən 2000-lərdə belə deyək də, özünü dərk prosesində, o ərəfələrdə müəllimlərimdən və ümumiyyətlə uşaqlıqdan da belə oxuduğum qədər də, mütaliə elədiyim qədər də mənsubiyyətimdən fəxr eləmişəm və düşünmüşəm ki, insan, yəni məsləhət belə olub ki, bu mənsubiyyətdə niyə gəlmişsən də, ona görə də və oxuyub araşdırdıqca da, mütaliə elədikcə də bunun əbəs yeri olmadığını görmüşəm və axın olaraq da özümü türkçə hesab edirəm. Yəni bu fərqləndirici deyil, kimisə üstün, kimisə aşağı görmək deyil, sadəcə öz mənsubiyyətindən fəxr eləməkdir. Bu günləri ingilis olmağından, nə bilim, fransız olmağından fəxr elədiyi kimi, mən də bir Azərbaycanlı kimi və Azərbaycanda yaşayan onlarla millətdən biri kimi
o mənsubiyyətimdən fəxr eləyirəm və tarixdə də iz qoymuş minlərlə belə deyək də döyüşlərdən qalib çıxmış, yüzlərlə dövləti olan, imperiyası olan bir millətin mənsubuyam da bu formatda və o 2000-lərdə o axına qoşulmuşdum və həmin ərəfədə də ləqəb kimi Hun və Altay Türk sözləridir. Onların birləşməsini götürmüşdüm və onu keçən bu ilin mart ayında da rəsmiləşdirdim. Doğrudan? Hə, bu ilin mart ayında. Çünki mən səndən bir yerdə işləmişdim, sənin əvvəlki soyadını bilirdim də. Bəli. Mən həmişə özümü elə tanıtmışam. 10 ildən çox da istər kitablar olsun, istər şeylər və s. Yəni hardakı rəsmi sənəd tələb edilmir, o formatda tanıtmışam. Amma rəsmi olaraq da onu bu il mart ayında həll elədim. Qəşəng. Bir dənə təxribat sual verə bilərəm. Əvvəldən dedim ki, verəcəm. Bax, DNK testi vermisən? Yox. Təsəvvür et, DNK testi verirsən. DNK testindən çıxır ki, səndə olan misal DNK-nın böyük hissəsi türk DNK-sı deyil. Ola bilər. Həyatında nə dəyişəcək? Heç bir şey. Məsəl üçün türk Osmanlıların 33 sultanı olub, neçə sultanı olub. Onun cəmi biri atalanalı türkdür. Aha. Qalan hamısının anası xarici millətlərdə. Bu türk kişilərin bir şeyidir. Hə, o önəmli yox, orada önəmli olan nədir? Sən necə hiss eləyirsən? Məsələn, dünyada türkçülüyün tarixini yazan bir müəllif var, Ziya Göktürk. Özü kürdür məsəl üçün. Sən necə hiss eləyirsən? Yəni özünü necə hiss eləyirsən? Onda sən deyirsən ki, mən burada mövzu milli mənsubiyyət deyil, burada ruhi mənsubiyyətdir. Mən belə istəyirəm olmaq, yəni mən bəli. Hə, mənə də sual verirlər ki, sən harasan? Mənim əslində Goranboydan. Deyirəm ki, əslində belə baxanda dirənsək Goranboydandır. Bu mövzum Gəncəli istəyirəm. Gəncədə böyümüşəm. Atam orada böyüyübdür. Hə, sən də özün türk istəyirsən. Əslində mənim bununla bağlı bir hekayəm var. Deməli, mən özüm türk olduğumu sən hardan başa düşmüşəm? Yəni türk hiss etməyə başlamışam. Bunu mən heç kimə danışmamışam. Çox adam danışmamışam. Getmişəm Amerikaya oxumağa. İl 2016-dır. 2016-cı ildə ən məşhur nə idi? Diriliş Dərtoğlu. Diriliş Dərtoğlu'na baxıram, səhərə kimi baxıram. Bir də mənə çatdı ki, mən deyəsən türkəm də və orada danıldı ki, türk olmaq nə deməkdir? Çünki türkçülüyü və orada həm də nə xoşuma gəldi. Orada həm türkçülüyün yaşadığını göstərir, həm də türkçülüklə İslamiyyət necə bir yerdə işləyir də. Praktik olaraq. Onda mənə çatdı ki, türk olmaq nə deməkdir? Çox gülməli səslənə bilər. Amma mənim də türk olduğumu orada başa düşdüm. Bir də ki, adama sual verdilər ki, hardansan? Deyirdim ki, Azərbaycan. Deyirlər ki, Azərbaycan haradır? Deyirəm ki, bəs şeydə türk o nədir? Normalda insanlara verilməyən suallardır. Türk olmaq nə deməkdir? Məsələn, başa düşmək ki, orada türk olmaq nə deməkdir? Bu yaxşı. Sənin adın var da o qədər Dərtoğlu. Mən ona görə mən adımı çox sevirəm. Mənim adımı atam qoyubdu. Atam qoyubdu və deyir ki, o qoyubdu Toğrul Nərimanbəyovə görə həm rəssam, həm də ki, ya Hüseyn Cavid, ya Əhməd Cavadın oğlunun adı Ertoğrul idi. Oradan qoyub. Deyir, qoymadım. Dedim ki, ona görə Toğrulu qoymuşam. Və ki, mən çox xoşbəxtəm. Adımı çox sevirəm. Ona görə də sıxıntım yoxdur ona bağlı. Yaxşı. Deməli, bir dənə də fəlsəfi sualım var. Suallar Günel sağ olsun, qəşəng suallar şəkil. Deyir, Rafiq hardan gəlir və hara gedir? Yəni sənin cavab verə biləcəyin suallar deyə bunu rahat verirəm. Mən getmək istədiyim yeri bilirəm. Hardan gəldiyimi isə o təbii prosesdir də. Yəni o elə baxım, heç fəlsəfi tərəfi də təbiidir. Amma hara getmək istədiyimi bilirəm. Çatsam, çatmasam da məni elə o xoşbəxt eləyir. Hara getmək istəyirsən? Bölüşə bilərsənsə. Mən lap kiçik vaxtlarından not dəftərim olub. Həmişə tutmuşam və fikirlərimi yazmışam ora. Bu yaxınlarda açıb ona baxanda 96-cı ildə yazdığım bir not var idi. 96-cı ildə mən 4-cü sinifdə oxuyurdum. Və orada notda mənim belə bir fikir var idi ki, mən böyüyəcəm və universitet rektoru olacam. Oyda bir dənə də rektor. Aha. Hə, elə bir şey var idi. Sonra fikirləşdim ki, niyə də yox? Çünki mən baxmayaraq ki, uzun illər biznes sektorundayam, özümü sona qədər də biznesdə görmürəm. Dövlətdə də görmürəm, orada da olmuşam. Amma orada da görmürəm, yəni sona qədər o hissədə görmürəm. Yəni hesab edirəm ki, mənə çox yaxşı müəllim ola bilərəm. Ha, nə qəşəng. Mən bunu bilmirdim. Sən bilirsən, sənin ətrafında ayrı rektor olmaq istəyən kim var? Yox. Bu şeydə oturub deyə gəlmişəm. Elə. Mən. Bəlkə sənin qədər istəyirəm, amma mən də özümü sən harda görürəm? Mən görmüsən yoxsa yox. Məşhur bir Hind filmi var, 3 salak. 3D-ota baxmamısan, çox tövsiyə edirəm. Orada sonda bir dənə məktəb açırlar. İnnovativ bir məktəb açırlar da uşaqlar üçün. Məsələn, mən özümü elə bir yerdə görürəm. Bəs yaxşı, bu universitet xəyalı hardan gəlir? Yəni hardan hara gəlib yəni?
Necə olub ki bu gəlib? Mən özümü dərkdə müəllimlərimin çox ciddi rolu olub. Məktəb, universitet. Məktəb və universitet hər ikisi. Məktəb harda oxumusan? 207 nömrəli məktəbdə oxumuşam və mən elə indi məni bu yola ən çox dəvət eləyən və bu günə kimi də ona o işlərinə görə minnətdar olduğum müəllimin oğlunun adı Ertuğruldur. Maşallah. İndi böyüyüb xaricə getdi. Bu günləri xaricə gedib. Sosial şəbəkədə gördüm. Və mən indi həmin o vaxt mənim müəllimin dediyi yaşdayam. Dərs dediyi yaşdayam və mən başa düşürəm ki, məsələn, mən bəlkə də bu gün o qədər səbirli olmazdım 16-15 yaşında uşaqla o qədər söhbət eləməyə. Amma onlar danışırdılar. Amma onlar necə danışırdılar həvəslə. Yəni onda o vaxt burada Təqaüdçülər parkı var idi. 1 manatlıq çayxanalarda otur. Nə qədər səbri var da danışırsan da. Yəni insan danışır və özü də onlar elə bir ideologiya ilə gəlmişdilər ki, yəni biz gələcəyik məktəblərə və məktəblərdə insanlarla görüşəcəyik, danışacağıq. Yəni təkcə tarix müəllimi və yaxud nəmin coğrafiya müəllimi deyildilər də. Yəni belə həyat maarifçilər idilər. Yəni həyat dərsi keçirdilər adama. Maarifçilər idi. Bir missiya ilə gəlmişdilər. Hətta mən bu haqqda yazı da yazmışam. Mənim həyat müəllimlərim deyən bir bloqumda yazı var. Və mən baxdım ki, həqiqətən də onlar dəyər yaradıb da. Bu gün ola bilər orada onların hansısa biri bizneslə məşğuldur, biri deyil, biri akademiyadadır və s. və axır. Amma mən və məni qədər nə qədər adama təsir edə bilmişdilər, yəni müsbət mənada. Mən fikirləşirəm ki, istəyir biz dövlətdə ol, istəyir biznesdə ol, müəllim qədər insan həyatına təsir eləmək olmaz. Mümkün deyil. Müəllim daha çox təsir eləyir. Və o, bəlkə də yeganə peşədir ki, onun məhsulu, belə deyək də, o böyüdükcə özü də böyüyür. Müəllim böyüdükcə? Məhsulu böyüdükcə. Məhsulu böyüdükcə, o da qədər böyüyür. Müəllimin məhsulu tələbədə də, vətəndaşdır. Vətəndaşdır. Bu böyüdükcə böyüyür. Yəni mən bu günləri yenə deyirəm, bəlkə də düz çıxmaz. Tutaq ki, ola bilər ki, bu günkü nəticəm ondan daha yaxşı olsun müəllimlərimlə. Nə bilim, hər hansı bütün parametrlərdə üstün olum, amma faktiki o mənim çıxdığım yerdir də. Mən onu unuda bilmərəm. Sən ondan daha böyük olmusan. Yəni müəllimindən ola bilər olsun, amma o heç vaxt o ilk çıxma şeyimi danmır da, yəni dana bilməz yəni. Mən yəni yuxarı pləkanlarla çıxanda aşağıdakı pləkanları sındırmamağın tərəfdarıyam. Yəni o da olmasaydı, bir olmasa iki olmur da, yəni o da var. Deməli, sən 40 yaşı tamamlaqla bağlı bir bloq yazmısan. Oxumuşam onu. Orada bir şey yazmısan ki, insan bəlli bir yaşdan sonra var ilə sınağa çəkilir. Nəinki yoxlarla. Bu barədə danışa bilərsən? Çünki insanın əvvəl daha çox yoxu olur. Amma bir yerə çatandan sonra yaxşı pis varlar yaranır insan həyatında. Məsəl üçün ailəsi olur, övladı olur, müəyyən qədər vəsaiti olur və yaxud nə aktivləri olur. Bu tip şeylər olur, dostları olur, çevrəsi olur müəyyən, hər hansı bir qrupa aidiyyəti olur və s. Yəni varlarla sınanmağa başlayır. Yəni sizdə yaş artdıqca insan həyatında yoxlar çox yaranmır. Yəni varlar başlayır yox olmağa. Yəni şeylər daha istəklər olmur. Bəlkə də mövcudu qorumaq daha çox yaranır, istək yaranır. Məsələn, mən bu gün daha çox istəmirəm, daha çox mövcudu qorumaq istəyirəm. Yəni məsələn, mən tutaq ki, daha çox dostum olsun istəmirəm. Bəs nəyi artırmaq istəyirsən? Necə? Nəyi artırmaq istəyirsən həyatında bu gün? Nəyi artırmaq istəyirəm? Maraqlı sual. Heç düşünməmişəm o haqda. Səslə düşünək. Pul? Yox. Pul, okey. Nəyisə artırmaq o məqsəd, pul o vasitədir də. Okay. Sən o məqsədə çatan yolda o lazımdırsa olmalıdır. Okey, yaxşı. Onda nəyi artırırsan? Məncə mən məsələn bu günləri keçirdiyim tədbirlərin sayını artırmaq istəyirəm. Niyə? Ki daha çox təsir gücü yaransın. Daha çox sənin bir rolun olsun orada. Məsəl üçün, tutaq ki, mən bütün Qafqazın ən böyük tədbirlərini eləmək istəyirəm. Tutaq ki, dünyada Davos forumu olur, dünya iqtisadi trendləri oradan gəlir hər yerə. Bir çox, nə bilim, önəmli iqtisadi məsələlərin mesajları oradan başlayır gəlməyə və o bir trend rolunu oynayıb. Halbuki o Davosda siz məni kimi bir adam olub, o yığıb o insanları bir yerə və insanlar orada o mesajları verirlər. Nəinki, indi bu Davos bu işin pikidir, həm siyasi səviyyədə, həm iqtisadi səviyyədə. Amma götürsək Türkiyədə, bugün Türkiyədə elə tədbirlər var ki, həqiqətən də belə deyək də, yəni yenilik oradan çıxır. Hamı gəlib gözləyir bir il onu və orada o yeniliyini belə deyək də elan edir. Yəni onların heç biri quş xətrinə tədbir deyil də, onlar iqtisadiyyata yön verir.
o tip bir şeyin içində olmaq istəyirəm. Məsələn, ölkənin ən yaxşı belə deyək də biznes jurnalının rəhbəri olmaq istəyirəm. Qəşəng. Bəs yaxşı tik tipli tədbirlər eləyirsən? Olub. İndi eləməməyə çalışıram, amma olanda olur. Məcburiyyətdənmi yoxsa? Məcburiyyətdən deyək də. Yaxşı. Rafiq deyəndə bu gün ağla gələn şey forumlar və zirvələrdir də. Bəs həyatını dəyişən hansısa bir tədbir olubmu? Və yaxud da həyatına yön verən, ən çox yadda qalan hansı tədbir olub? Bu qədər tədbir keçirsən. Elə ilk tədbir. İlk hansı idi? 2013-cü ildəki Milli Marketinq Forumu. Aha. Çünki o bizim ilk addımlarımız idi. Heç bir təsəvvürümüz yox idi. Heç bir belə deyək də, əllə tutulacaq rasional əsasımız yox. Yəni biz onu eləməli deyilik. Hətta yəni o məntiqlə onu eləməməli idik. Yəni biz maksimum bilet ala bilərdik. Amma o yəqin ki, o ərəfədə dostlarla bir yerdə layihəyə başladıq və mən ondan sonra əslində bir çox şeylərin cəsarətini ilk o layihəyə işə başlayanda onu sorğulamamağı çox belə deyək də üstünlük verməyə başladım. Ümumiyyətlə bir şeyi çox müzakirə eləyəndə axırda eləmirsən. Ona görə də ondan sonra bir çox şeyləri Allah deyib elədik, getdim. Məsəl üçün biz keçən il portfelimizə qadın liderlər zirvəsi əlavə elədik. Mən ümumiyyətlə o sektor olaraq ilk dəfə o sektora girirdim. Çox qəliz, çətin sektordur. Amma orada çox uğurlu olduq. Təchizat zəncirinə ilk dəfə girdik, uğurlu olduq. Bu il data süni intellekt eləyəcəyik. Bir yerdə o bizim üçün ilk təcrübədir və mənim heç bir təsəvvürüm yoxdur. Yəni orada zərər də ola bilər, xeyir də ola bilər, yaxşı da olar, pis də olar. Amma mən niyyətimin belə deyək də, niyyətimə çox inandığım üçün mən əlimdən gələn yaxşısını eləyəcəm, sonrası təvəkküldür. Okay. Bəs yaxşı. Məsələn, Gambatte fəlsəfəsi var yaponların, bəlkə də eşitmisiniz. Gambatte deyirlər. Danış. Bu yaxınlarda bir kitab oxudum Yaponiyaya aid. O hansı kitab idi? Ikigainin yazarından olan müəllifin kitabıdır. Orada deyir ki, Gambatte fəlsəfəsi var yaponların həyatındakı. Yəni sən əlindən gələn hər şeylə yaxşısını elə fiso sakit dur. Əslində belə baxdım ki, bu bizdə dində təvəkküldür də bunlar. Yəni eyni şeydir. Bunu indi bizə fəlsəfə kimi belə deyək də sırayırlar. Amma bütün kitab ancaq onun üzərində durur ki, sən əlindən gələn hər şeyin ən yaxşısını elə, bir şey alınmırsa alınmır. Alınırsa alınacaqdır da. Yəni və orada mesaj da budur ki, xoşbəxtlik əslində insanın iradəsindən kənar olan şeylərə çox da vecinə almamasından bağlıdır. Dəyişə bilmədiyin bir şeyə fokus olma. Yəni onu fokus olma, pis olma. Yəni bir şey ki, sən dəyişə bilmirsən, o vaxt heç qayğılanma da, yəni niyə narahat olursan ki? Düzdür. Bəs yaxşı, mən yəni forumlar məsələn sıxmaq istəmirəm də. Bəlkə neçə yüz tədbir olub da. Bəs yadda qalan hansı çıxış olub deyirsən ki, bax bu çıxış olsa bu da dinləyərəm və yaxud da bu çox babat çıxış olub. Mən seçməkdə onu çətinlik çəkirəm. Bəzən olur bir söz olur, bəzən bir fikir olur, çıxış olur. Yəni adətən mən bəzən kitabdan da bir dənə cümlə bəs edir mənə də. İlk ağlına nə gəlir məsələn indi mən deyəndə? Mənə elə gəlir ki, Seymur Baycanın çıxışı olmuşdu bizdə. O ərəfədə bizim yəni iqtisadi mövzulu bir tədbirdə ilk dəfə aidiyyətsiz adamın çıxışı idi. O tədbirə aidiyyətsiz adamın çıxışı idi. Amma onu çox möhtəşəm linklə bağladı və o mənə o qədər yaxşı təsir elədi və insanlar tərəfindən də yaxşı qəbul edildi ki, ondan sonra mən tədbirlərə o mövzunun adamı olmayan adamları çağırmağa başladım. Onlar üçüncü göz kimi baxdılar və trendlər yaratdılar. Misal üçün biz HR forumda Akşin Yeniseyi dəvət eləmişdik. O orada boş vaxt fəlsəfəsindən danışmışdı. Yəni işin təkcə elmi şeyinə yox, kökünə də getmək. Çünki biz kökü biləndə əslində səbəbi bilirsən, biraz da daha yaxşı təhlil eləyə bilirsən də. Belə çox o mövzuya aid olmayan insanların forumda çıxış eləmək söhbəti mənə çox yaxındır. Çünki Rafiq məni Milli Marketinq Forumunda spiker eləmişdi. Bunu yaşamışam. Amma maraqlı təcrübədir. Çox maraqlı təcrübədir. Çünki insan çərçivədir də. Yəni avtomobili hər gün avtomobil sürən adam, misal üçün, o müəyyən getdikcə o qəlbin içinə sığışır. Başlayır o oradan çıxmamağa da. O elə bilir ki, misal üçün də sağı yandırdın, sağ yanmalıdır da, başqa heç nə ola bilməz. Amma onu eləməyən adam cahilcəsinə də ola bilər, sadəcə təsəvvürü yoxdur, ona görə də ola bilər. O həmişə out of box düşünür də, o ehtimalları verir şeyə, kənara ehtimallar çox verir və sənə yeni üfüqlər açır. Yeniliyi onlar eləyir. Hər gün eyni şeyi görüb, yəni yenilik istəyənməzsən də eyni adamdan da biraz o çıxmalıdır sərhəddən və mənim üçün ilk təcrübə o idi. Məsələn, orada belə bir çıxışı təxminən belə bir şey idi ki, notda siz bizdən çox şey gözləməyin də, biz yatdıq, durduq ki, illərdir uğrunda çalışdığımız dövlət yoxdur.
Yəni insan bütün özgüvəni itir falan. Biz bilmirik ümumiyyətlə bu proses yaxşıdır yoxsa pisdir. Yəni çoxlu bir təlatümdür də. Yəni o qeyri-müəyyənlik üstünə gəl, müharibə üstünə gəl, bu falan filan. O nəsil hələ sağ qalıbsa yaxşıdır. Mesaj bu idi. Baxsan ki, o necə açır da bu məsələni də. Tutalım ki, o ərəfələrdə nə deyirlər ki, niyə məsələn 90-larda, 2000-lərdə belə deyək də, ən çox müzakirə olunan mövzu bu idi ki, niyə başqa yerdə olan yaxşı şeylər bizdə yoxdur? Niyə məsələn qonşu Türkiyədə olsun, nə bilim Rusiyada olsun, başqa bir ölkələrdə də, yaxın ölkələrdə. Onlar niyə bizdə yoxdur? Əslində o niyəni sən sırf götürüb onu bir riyaziyyat elmi kimi baxsan, nə bilim marketinqdə marketinq kimi baxsan, kökə gedə bilmirsən. Amma bütün prosesin kökündə insan var axı. O insanın əhval-ruhiyyəsi ona riyaziyyatçıdsa riyaziyyatına təsir edir. Nə bilim həkimdirsə həkimliyinə təsir edir, onun əhval-ruhiyyəsi, onun davranışları. Yəni kökə gedə bilirsən də, məsələnin daha qaynağına gedə bilirsən. Və o mənim üçün bir yeni düşüncə idi və mən ondan sonra elə bir çox yaxşı təsir elədi və həmişə istifadə elədim, özüm də elə düşünməyə başladım. Səncə sənin həyatında hansı forum deyəndə həm də bu da zirvə sözünü sən ilk gətirən insanlardansan da. Bəs sənin həyatında ən böyük zirvə nə olub? Tədbir olaraq da bunu sən yeri gəlmişin bu yaxınlar dağa qalxmısan. Hə, onu da görmüşəm. Qaldırdılar, apardılar. Deməyəcəm ki. Hə, həyatın ən böyük zirvəsi səncə nədir? Zirvə nədir? Həyatın ən böyük zirvəsi nədir səncə? Həyatın ən böyük zirvəsi. Bu dəqiqəyə qədər. Zirvəsi. Mən də hesab eləmirəm ki, mən istədiyim zirvəyə çatmışam. Yox. O zirvə səni gözləyir. O ikinci sualdır. Bu günə qədər qalxdığın ən böyük zirvə nə olub? Fəth etdiyin ən böyük zirvə nə olub səncə? Məncə çox şeylər olub, amma ən hansıdır bilmirəm. Yəni ən hansı ola bilər? 3 dənə də yaxşı. 3 dənə. Məsələn mən o sualı sənə verirəm, özümlə bağlı cavab çıxır ki, mənim ən böyük zirvəm bu olub və bu olub. Öz aləmdə də. Səninki maraqlıdır. Mən elə gəlir ki, mən olduğum yerdə özümü təsdiq eləmək üçün, yəni kifayət qədər addımlar atmışam. Elə bilirəm ki, o mənim üçün yaxşı bir hadisədir. Ad çək. O deyir, admin ad çək. Hə, ad çək. Məsələn mən deyə bilərəm ki, məndə ehtimal ki, MKF düşündüyüm hər şeyə yazmışam. Məsəl üçün kitaba tökmüşəm, özüm üçün mənim o zirvə. Hə, bunu zirvə sayırsan ki, səndən sonra bir şey qalacaqdır, eləmi? Okay, bəs çünki mən ən axırıncı yazdığım o qəzetdə yazdığım bu mənim məxfilər silsiləsi idi ki, onu yazıya tökməmişdim ki, o qalsın. Çünki mən bütün elektron şeylərin bir gün təzəyini düşünürəm də. Kitab isə qalır. Neçə min ildir qalırsa bundan sonra da qalacaq. Həm də o daha təsir edicidir də, yəni o formatda. Məsəl üçün mən elektron kitab oxuya bilmirəm. Onu kitaba tökməyimi hesab edirəm ki, bu mənim üçün ən böyük zirvədir. Yəni mən bu günə 6 kitab müəllifiyəm də. Biri də çıxacaq 7. Bu günə kimi düşündüklərimi yazmışam. Elə bilirəm ki, zirvə də budur ki, sən yaxşı pis təcrübələrini yazıb ötürürsən. Mən onu ötürmək özüm üçün zirvə sayıram. Məsəl üçün bloqum var, 300-dən çox yazı var. Hələ də yazırsan. Hələ də yazıram. Azərbaycanın son bloqerlərindən birisən. Yazıram, amma o nədir? Həm məsələn 10 il, 5 il, 3 il qabaq yazdığım şeylər var ki, bu gün ondan razı deyiləm. Amma mənim o anki fikrim idi. Kimsə o dövrü təhlil eləmək istəsə, mənim o dövrlə bağlı bugünkü fikrimə yox, elə o dövrkü fikrə də baxmalıdır ki, necə olub da elə olub, misal üçün. O niyə elə olub? Yazmaq çox önəmlidir. Baxın, bu günləri biz tarix kitablarını oxumuşuq da məktəbdə. Deyirdik ki, o vaxtın əhalinin məşğuliyyətindən sitatı hardan gətirirlər? Deyirlər ki, nə bilim, Nizami filan əsərində yazıb ki, orada filan kəs getdi, nə əkdi, nə becərdi, neynədi. Yenə yazarların yazılarındakı memuarlar, xatirələr falan filan oradan o dövrün belə deyək də gündəlik həyat tərzini yadda saxlamaq olur. Məsələn, mən sevinirəm ki, Akstasiya zirvə dediyində o hissə mənim yadıma düşdü. Mən həyatımda bəlkə də ən böyük zirvə onu hesab edirəm ki, mən 2011-ci ildən bu günə kimi Azərbaycan biznes və marketinq dünyasında əli qələm tutan hamını bir kitaba toplaya bilmişəm. Bu günün marketinqi seriyası 2011-ci ildən bu günə Azərbaycan biznesində nə baş veribsə onun yazısı var. İndi də çap etsən olar, eləmi? 5-ci seriya indi çıxdı. 5-ci seriyada həm yeni yazılar var idi, həm də bundan əvvəlki 4 seriyadan ən aktuallarını hələ də saxladım. Çünki mənə məsələn həmişə deyirlər ki, 1-ci seriyanı necə tapım? O məncə də elektronu qalıb, satılıb bitib. Yəni bu arada bunlar da kifayət qədər yaxşı satılır.
Yəni mən bir müddət olub ki, ancaq onların pulundan dolanmışam. Doğrudan deyirsən, ha? Yəni belə şeylər var və bu elə bilirəm ki, o ən böyük zirvədir. Yəni məsələn üçün mənə fərqli universitetlərdən zəng vururlar ki, biz o kitabdan bizim kitabxanamıza ver. Çünki o necədir? Hər kitabda 70-80 müəllif var. Hansı ki, o müəlliflər fərqli sektorlarda çalışırlar, amma onlar yazı yazıblar da, indi işindən vaxt tapıb bir dənə yazı yazıb. O indi məsələn 2010-cu ildə, 2015-də nə baş verib? Onu öyrənmək üçün çox yaxşı mənbədir. Sən yenə də hər şeyə belə maarifçilik prizmasından baxsan da elə bir. Mən orada özümü yaxşı huzurlu hiss edirəm. Huzurlu hiss edirsən. Rafiq qəşəng bir şey vurğuladın sənin danışanda, dedin ki, bəlkə o vaxtda səhv fikirləşmişəm. Həyatında ən böyük o nədir ki, bax bu günə kimi elə düşünürdün, sonra dedin ki, yox bu düzgün deyil və bunu dəyişmisən. Ən yadda qalan hansısa bir dönüş olub, yaxşı mənada. Bir neçə mövzuda fikirlərim çox dəyişir. Aha. Məsələn, əvvəl aqressiv hər şeyə yanaşırdım, indi elə deyiləm. Fikirləşirdim ki, sən düz bildiyini axıra kimi müdafiə eləməlisən və sübut eləməlisən və yaxud düşünürsənsə ki, filan kəs səhv yolladı, onu dəyişdirməlisən. Aha. Məsələn, ondan qətiyyən belə deyək də vaz keçməmişəm daha öncə. Elə olanda da çoxlu həm enerji israfı baş verib, həm də yanlış anlaşılma olub da. O bir söz var, dedin inandım, təkrarladın şübhələndim. Yəni bir şey bir dəfə deyərsən də, o yəni ya bilər. Bilməzsə sənin ikinci dəfə onu deməyin dəyərsiz olur. Dəyərsizləşirsən fikirləri. Dəyərsizləşirsən yəni, bəli. Qoy onun izahını istəsən, sən onun izahını vermə yəni. Əgər həqiqətən də sənin dediyin fikir özündə düşünürsənsə ki, ona faydalıdır, onu başa düşmək istəmirsən, onu sübut eləməyə ehtiyac yoxdur. Yəni bu belə. Dostla bağlı fikirlərim dəyişib. Mənə elə gəlir ki, ən böyük fikrim dostla bağlı dəyişib. Mənfimi, müsbətmi? Yəni daha belə deyək də təkmil olmuşam o hissədə. Aça bilərsən? Yəni əvvəl dostla anlayışım daha fərqli idi, indi daha fərqlidir. İndi nədir? İndi daha seçicidir. Və indi məsəl üçün mənim maraqlı bir belə deyək də yanaşma var. Mən məsəl üçün nəyisə qiymətləndirəndə çox əlaqəsiz detallarla qiymətləndirməyi çox xoşlayıram. Misal üçün. Bu belə deyək də, indi klassik bir məsələdir. O deyir, Ford bir gün bir nəfərlə görüşür, yemək yeyir. Bu adam bundan investisiya istəyir. Sonra yemək yeyib qutarandan sonra deyir ki, yox da mən ona investisiya eləmək istəmirəm o adama. Onda köməkçisi soruşur ki, niyə görə? Deyir ki, çünki o misal üçün ofisiantı əzdi yemək əsnasında və s. Və yaxud deyir ki, o heç yeməyin elədi, dadına baxmamış duz tökdü misal üçün. Onun biznesinə adiyyəti var məntiqlə. Amma bu bir davranış şəklidir də. Bu bir davranış şəklidir. O haqda hətta Tağıyev haqqında da bir məsələ var ki, bir nəfər gəlir ondan pul istəyir ki, nə harası investisiya eləsin. Deyir ki, yox sənə verməyəcəm. Deyir, niyə görə? Deyir ki, sən deyir öz malının qədrini bilmirsən də, mənim malımın qədrini necə biləsən? Deyir ki, sən necə bildin ki, mən malımın qədrini bilmirəm? Deyir ki, bəs görmüsən o boyda soba orada ola, sən öz piskanla, yəni kibritlə yandırdın öz siqaretini. Yəni sən öz indi belə bir fikir var, nə qədər həqiqətdir, nə qədər belə şeydir, bilmirəm, amma diqqətə alınmalı bir şeydir. Məsələn, o hissəsini inkişaf elətdirmişəm. Məsələn, bəlkə də düzgün deyil, amma məsələn bir neçə keysdə çox düz çıxdığını görmüşəm yəni. Yəni əlaqəsiz, ilkin olaraq əlaqəsiz şeylərə əsasən qərar vermək. Məsəl üçün filan kəs necə marketoloqdur sözünü mənə deyəndə çox əlaqəsiz bir davranışından deyə bilərəm ki, yaxşı deyil. Və yaxud yaxşıdır. Yaxşıdır. Hə. Və bu tutur. Tutur hə. Bu astrologiyadan fərqi nədir bunun? Fərqi nədir? Mən deyim. Çünki bayaq danışdığımız mövzuya gəlir əslində o. Davranış var ha. Kim olursan ol, kökündə biz insanıq da. Bəli. Odur söz. Yəni biz kökü çözə biliriksə, misal üçün də insan xarakter olaraq baxıldısa, həkim olanda da paxıl həkim olur. Marketoloq olanda da paxıl marketoloq olur, biznesmen olanda da, nə bilim nə olanda da. Özəldə işləyəndə də, dövlətdə işləyəndə. Bu xarakter məsələsidir. Kim olduğunu hardasa göstərəcəksən. Hətta mütləq göstərirsən də. Yəni insan ki eləyə bilmir ki, maskalana bilmir ki, niyə hər bir həyatı çox yaxşı seçicidir. Olmusan? Olmuşam. O ayrı bir hekayət. Hə. Çünki orada sən bir gün maskalanarsan, 2 gün, 3 gün, 5 gün, amma 1 il yarım maskalanma olmur. Davranış çıxır üzə. İnsan yəni davranışını gizlədə bilməz. Əgər bir insanla uzun müddət ünsiyyətdəsənsə, gecdə sən onun bütün döngələrdə özünü necə apardığını görürsən. Və o sənə seçməyə imkanı verir.
O bir söz var, mən çox sevirəm o sözü ki, bəzi adamlar ona görə dönməyib ki, qabaqlarına döngə çıxmayıb da. İndi biz bilmirik axı kimsə dönəndə necə aparacaq özünü. Bir də yaş artdıqca insan istəyir ki, heç sınamaq da vaxt itirməsin. Məsəl üçün dost qazanmaq olar, amma onu məsəl üçün siz əvvəl tutalım ki, dostla 10 dəfə xaricdə olmusunuz, 100 dəfə oturub yemək yemisiniz, hansısa keyslər olub, gəlgetlər olub və s. İndi də ki, siz də kiməsə eyni şeyi eləmək üçün yenidən o səyahətə çıxmalısınız. Ona həvəs varmı? Ona həvəs yoxdur axı. Bilmirəm mən elə. Həvəs yoxdur deyə. Siz belə 1-2 dənə nə deyirlər ona? Yəni qeyri-rasional shortcut. Qeyri-rasional şeylər tapırsınız da, başa düşürsünüz. İntuisiya da ehtimal ki o. İntuitiv. Mənim yanımda əməkdaşına tutalım ki, qışqıran adam mənim üçün axı o yaxşı mütəxəssis olanmaz. Çünki onun davranışı ədalətsiz. Ola bilər yaxşı olsun. Çünki amma o davranış onu şey eləyər. Amma yəni yarı yolda qoyar. Sənin tərəzində uyğun deyil. Düzdürmü? Hə, deyil. Yəni səhv hissələri ola bilər, amma bu günə qədər nəyi elə eləmişəmsə, hamısı ki, nə əlaqə falan filan zaman keçib elə olub. Elə bilirəm ki, düzdür. Okay. Yaxşı. Sən son çıxartdığın kitab, düz demişkən, sadə idarə etmədir. Düzdür. Sadə idarə etmənin 3 əsas qaydası nədir? Sənə görə. Ümumiyyətlə idarə etmə davranışdır da. Biz birinci ona baxmalıyıq. Biz bəzən qəlizləşdirdikcə, əslində o kitabın mahiyyəti də budur ki, qəlizləşdirmə. Asanlaşdır. Bəli. O bu misalı da gətirməyə çox xoşlayıram ki, deyirəm bir gün Karl Marx Engels'ə məktub yazır ki, bağışda vaxtım olmadı, məktub uzun alındı. Bəli. Yəni mənim vaxtım olsa biraz daha düşünərdim və lakonik fikirləşərdim. Bəli. Yəni biz qəliz danışdıqca, terminlərdən istifadə elədikcə ağıllı görsənmək kimi bir şeyimiz var da, belə hissiyatımız var ki, elə olanda ki, biz ağıllı olur da, falan terminlərlə və s. Amma əslində hər şey çox sadədir. Yəni idarə etmə də mənim üçün davranışdır və mənim üçün yaxşı idarə etmə, sadə idarə etmə əslində proseslərə çox rahat, yəni üzdən baxmaqdır. Məsələn, uşaq niyə faallı test tapır? Deyirlər ki, uşaqlar faal və belə fokusu test tapır. Çünki məsələn bir insan baxırsa ki, filankəs fokus göstərir, böyük insan, fikirləşir ki, o sadə ola bilməz. Bunun adı fokusdur, orada mürəkkəb bir şey var. Sadə baxmağa çalışmır deyə onun arxasında düşünmür ki, bu çox sadə bir fokus ola bilər də. Onu mürəkkəbləşdirir gözündə. Biz də idarə etməni uzun zaman çox mürəkkəbləşdirmişik də. Məsəl üçün biz deyirik ki, biznes proseslərinin idarə edilməsi. Düzdür? Necə bahalı səslənir. Biznes proseslərinin idarə edilməsi də kitab cümləsidir. 5 rəqəm var orada. Şeylər var falan filan. Və mən bu haqda bir dəfə yazmışdım ki, dostlar, biznes prosesinin idarə edilməsində birinci biznes olmalıdır, sonra proses olmalıdır, sonra idarə etmə olmalıdır. Yəni və yaxud avtomatlaşması. Yəni biznes prosesinin avtomatlaşmasında sən birinci biznesin özü olsun ki, biləsən ki, o yaxşı pis biznesi necə prosesə tökəsən. Sonra prosesə tökdüyün şeyi necə avtomatlaşdırasan, daha yaxşılaşdırasan da, düzdür? Yəni bunun kökündə sadə götürsə biznesin özü olmalıdır. Baxırsan ki, misal üçün də bu gün adam hələ biznes qurmayıb fikirləşir ki, mən filan proqramı istifadə edəcəm. Sən hələ birinci proqramsız, harası bir yerə yazaraq, divara mı, kağıza mı, biznesin özünü qur, sat. Ondan sonra şey elə. Və biz qəliz düşünəndə də çox vaxt başlamır. Görürsünüz, bəzən o tip o Apollon effekti deyirlər də. 2 dənə ağıllı bir yerə yığışır, biznes qura bilmir. Amma onun filankəs zəif tələbədir, zəif oxuyur və s. dediyi adamlar gedir eləyir. Niyə? Çünki o addım atır, yolda onu dəyişir. Şey misalı da, yəni dəli ağıllı düşüncə dəli gəlib vurub keçir. Hə, düzdür. İndi mən ona başqa cavabım var. Nədir? Amma dəli də niyə keçdiyini bilmir də. Ya dəli keçdiyini, bəlkə dəli niyə keçdiyini bilmir, amma bəlkə yolda öyrənə bilər də. Mən Azərbaycanda böyük biznesmen deyilən bir neçə adamla söhbət eləmişəm. Onlara bu sual verəndə ki, necə oldu bura gəldi, dedi ki, valla bilmirəm. Belə alındı. Bir də ayrıldım ki, belədir. Yəni və oradan daha bu arada mənim gəldiyim qənaət budur ki, mən əslində planladığım heç nə olmayıb. Oha. Və mən geri dönəndə baxanda, bayaq danışdığım şeylər var idi. Onların heç bir şey yox, heç biri olmayıb. Yəni əldə etdikləri olduğu kimi olmayıb. Mən onları arzulamamışdım. Ya belə arzulamamısan? Hə, belə arzulamamışdım. Misal verə bilərsən? Çoxdur. Nə varsa odur. Məsəl üçün mən iqtisadda oxumaq istəmirdim. İqtisadda oxudum. Mən filan yerdə işləmək istəmirdim, orada işlədim. Misal üçün. Bax belə şeylər bilirəm. Hə. Birini bilirəm. O amma nədir məsələ? Kökündə nədir? Kökündə mənə elə gəlir ki, sənin istəməyindi durur. Amma sən xeyirlisi nəsib olur.
Bu gün mənə bəlkə o xeyir, həqiqətən də o ərəfədə xeyirli deyilmiş. Elə şeylər də çox olub ha ki, misal üçün mən tutaq ki, elə yer olub ki, mən gedib orada oxumaq istəmişəm. Bu gün həqiqətən də fikirləşirəm ki, nə yaxşı ki getməmişəm. Çünki mən bilirəm, özümü tanıyıram və s. Lazım deyil. Okay, idarə etməyə qayıtsaq. Bir qayda odur ki, çox fikirləşmə. Qəlizləşdirmə. İkinci, üçüncü qayda var. Bir də ikinci, üçüncü qayda var ki, birinci qaydaya bax. Yox. Əslində 2-3 deməyim, yəni belə ümumi ağlıma ilk gələnləri deyim də, belə desəm daha düz olar ki, qəlizləşdirməmək lazımdır. İkinci isə biz əslində idarə etmə məfhumunu mən sonradan başa düşdüyüm bir şey olub ki, işi idarə etmək yox, insanları idarə etməkdir. Biz onu yaxşı idarə eləyə bilsək, insan özü işini idarə eləyəcək. Qəşəng söhbətdir. Çünki sən işi idarə edə bilərsən. Hətta o işin içindən də gələ bilərsən, o işi yaxşı bilərsən. Amma bəzən sənin işi yaxşı bilməyin problem yaradır. Məsələn, mən elə müdirlər tanıyıram ki, işi çox super bilir, belə deyək də, asından başlayıb. Amma o özü onun asından başlayıb və daha özünə qarşı tələbkar olub deyə hamıdan özü kimi olmasını istəyir. Özü kimi olmasını da alındıra bilməyəndə gözlənti ilə şey üst-üstə düşmür və qopuqluq başlayır da yaranmağa. Bana varsan onda müdür. Necə? Müdür neyəsən onda? Məncə o hər bir insanın eləyə biləcəyinin maksimumunu eləməkdir. Özünün istədiyi kimi yox yəni. Adamın maksimumunu gözləməliyik. Adamın maksimumunu gözlədir. Onun bir potensialı var. O özü sən bütün addımlarınla, davranışlarınla, nəticələrlə göstərir ki, mən buyam da. Bəyənmirsənsə, bir ortada mütəmadi çəkişmədə olmaq olmaz. Məsələn, mən bu gün bəlkə də düzgün deyil, amma belə deyək də, perspektivdə görürəmsə ki, ondan nəticə ala bilməyəcəm, bu gün sağollaşıram da, düzəltməyə çalışmıram. Onu da yazmışdın əslində. Prosta düzəltməyə çalışmadığın, sən dedin ki, orada qeyd eləmsən ki, mən düzəlmək istəməyən düzəltməyə çalışmıram. O ayrı şeydir, o şəxslərlə bağlıdır, bir dost şey falan filan. Amma işdə isə ona vaxtın olmadığını hesab edirəm. Bu gün biznes çox çevikdir də. Sən ona şans ver. Sonra o elə birinci pisliyi onun özünə olur. Biznesə. İkinci pisliyi də biznes olur. Çünki bəlkə də o adam da inanıb ki, o bu sahədə olmalıdır. O bəlkə indi şok effektini yaşamalıdır ki, getsin özünə daha yaxşı bir iş tapsın da. Məndə bir dizayner işləyirdi. Məsələn, sosial media post eləyirdi. Bunu bir postu bir gün eləyirdi. O vaxtda sosial medianın belə deyək də daha belə deyək də möhkəm gedən partadan vaxtları idi. Yəni agentlik bir günə nə bilim bəlkə də bir 30-40 post hazırlamalı idi. Amma bu bir post hazırlayırdı. Amma bu adam çox möhtəşəm rəssam idi də. Yəni sənət əsəri idi. Mən də deyirdim ki ona, Kamran, səndən bu tələb edilmir. Və sən gəlib hər dəfə sosial media posteri hazırladıqca özünün belə deyək də özünə birinci haqsızlıq eləyirsən. Sən prosta burada olmamalısan da. İndi ola bilər ki, sən deyirsən ki, mənə uyğundur, nə bilim, əmək haqqı gözləntisi var və s. və axır. Amma bu sənin birinci özünə haqsızlıqdır. İkinci də mənim işimi də, mən günə 20 post lazımdır. Sən super rəssamsan da, get onun dalına. Getdi, birində alındı, birində alınmadı. Bu gün belə deyək də bütün restoranlar, nə bilim, böyük ictimai yaşayış obyektlərinin iç dizaynını eləyir. Maşallah. Rəssamdır da, yəni başa düşdünüz, böyük brend mağazalarının iç dizaynını eləyir. O mücərrəd rəsm əsərlərində möhtəşəm divara şəkil çəkə bilər də yəni. İndi o qalsaydı orada. Yəni də maksimum günə 5 post. Sosial media 5 post hazır yazırdı, amma vaxtı onu bilirdi. O bəlkə incimişdi həmin ərəfədə məndə və s. Amma bu gün mən onu yenə də görürəm, bizim münasibətimiz var və elə fikirləşirəm ki, yaxşı olub belə. Belə düşünürəm ki, yəni insan işi yox, davranışı idarə eləmək lazımdır da. Bizim ikimizin də tanıdığımız bir rəhbər var da. Var. Düzdürmü? Var. O deməkdirmi ki, o bizim işimizi bizdən yaxşı bilir? Ehtimal ki, yox. Bəzi yerlər şübhələrim var. Elə yer var ki, məndən daha yaxşı bilə bilər. Bilə bilər. Amma hətta bilsə belə bildiyini göstərmir. Bəli. Düzdürmü? Bəli. Tam sizə buraxır. Bəli. Səlahiyyət verir ki, biz bunu ona görə yaxşı başa düşürük. Əlbəttə ki. Və o verdiyi üçün sən əlindən gələnin yaxşısını, ən yaxşısını eləməyə çalışırsan. Və o da olur. İnsanları idarə edirsən, prosesləri yox. Səncə Azərbaycan, bax sən indi onlarla Azərbaycanlı bizneslə və biznesmenlərlə tanışsan da, bizim xəstəliyimiz nədir biznesdə səncə? Dediyindən başqa. Mənə elə gəlir ki, Azərbaycan bizneslərinin böyümək dərdi yoxdur ki, böyüyəndən sonraki dərdləri var. Nə mənada? Yəni biz böyüyə bilirik, amma böyük qala bilmirik. Bu nəyin göstəricisi səncə? Natamamlıqdır da.
planlamanı eləyə bilmirikmi səncə, yoxsa sistemimiz yoxdur ki, onu saxlasın? Təbii siz necə? Məsələn, sıfırdan çox yaxşı gec sürət götürmək olur, amma onu stabil qoruya bilmirik də. O da mənə elə gəlir ki, məsələn, bir nöqtədə sahibkara təkəbbür gəlir. Hər şeyi mən bilirəm, düz bilirəm, zaten bilirəm ki, bunu edirəm. Bilirəm ki, buradayam da, yəni. Buradayam. Məsələn, mən bir şirkətlərin birində o vaxt bir intervyudaydım 2015-də. Və ana marketinqdə olduğum üçün o vaxt marketinqin əhəmiyyətindən danışırdım. Olmasa niyə şirkətə nə kimi zərərlər olar? Dedi ki, sən elə dedin ki, mənə qayıtdı. Dedi ki, sən elə dedin ki, sanki marketinq olmasa şirkət batar. Halbuki sən intervyuya gəldiyin şirkəti mən marketinqsiz qurmuşam. Düzdür. O dövrdə düz idimi fikir olaraq? Həqiqətən də yox idi. Mən üçün gəlsəm ilk marketinq. Hə. Amma böyük bir şirkət idi. Kifayət qədər dövriyyəsi var idi və s. və axır. O günkü şərait onu labüd eləmişdi. Hətta ki, rəqabət mi yox idi? İndi mən biznesin adını çəkmirəm ki, olmasın. Yəni o bir şeydi, o həqiqət idi də, amma o uzun müddətli proses deyildi. Uzun müddətli proses deyildi. O devalvasiyada batdı. Batdı, ha. Amma o elə düşünürdü deyə özünü dəyişmək haqqında fikirləşmirdi də. Məsələn, demirdi ki, ola bilər mən bu günə bura qədər belə gəlmişəm. Amma lazımdır axı bəlkə mənim marketinq. Out of box düşünə bilmirlər. Yəni sərçədən şan böyüyəndə bir nöqtədən sonra elə bilir ki, ən düzünü o bilir. Mən böyük səhvlər eləyirəm. Mənim işlədiyim şirkətlərdə də olubdur, rastlaşdığım şey. Və ümumiyyətlə nəyi başa düşdüm? Azərbaycanda şirkətləri rəqiblər və müştərilər batırmır. Özü batırır, hə. Əslində rəqiblər və müştərilər onu inkişaf etdirir. Əgər baxa bilirsənsə də. Düzgün baxa bilirsə, rəqib və heç vaxt da rəqib güclənib şirkət batmayıb yəni. Elə özü batırır. Baxırsan ki, rəqibin təsir gücü özü daha sürətlə batırır biznesi. Əlbəttə ki. 100%. Mən təlim şirkətlərindən bizim rəqiblər var deyə bu əladır demək üçün. Rəqib var deyə mən özümü inkişaf etdirirəm. Olmasa monopoliya olacaq, mən özümü inkişaf etdirmə məcburiyyətində olmayacağam. Bəli. Hə, deyirsən ki, birinci odur ki, adamların sistemi yoxdur. Böyüyəndə böyüməyə saxlaya bilmirlər. Bəs ayrı hansı xroniki problem görürsən? Varmı elə bir şey? Bir də şey var. Məsələn, həyəcan var da. Həyəcan ötürülə bilmir deyə. Rəhbərlikdən əməkdaşlar. Rəhbərin həyəcanı. Ötürülə bilmir deyə. Azərbaycanda bir çox şirkətlər var ki, mən əminəm ki, onların ömrü o yiyəsinin ömrü qədərdir. Sahibinin ömrü qədərdir. O həyəcanı ötürə bilməyib. Məsələn, dünyanın ən uzun ömürlü şirkətləri ailə şirkətləridir. Bu yaxınlarda elə həmin o Gambatta dediyim kitabda da oxudum ki, Yaponiya şirkətləri. Yaponiyada da onlar ailə şirkətidir. Yəni 800-cü ildən bura otel biznesində olan şeylər var, şirkət var, düşünün. Wow. Hə. Yəni niyə? Çünki o ümumiyyətlə biz nə istəyirik? Baxın, hətta o bizdə şey var ki, biz bir ailə kimiyik falan filan. Niyə? Çünki ailədə səhv və düz həmişə bir niyyət saflığı olur deyə. Sən yəni mən sənə tənqid də eləyə bilərəm, səninlə dalaşa da bilərəm, tərif də eləyə bilərəm. Amma yekunda biz yenə ailəyik də. O heç kim atmaq istəmir. Atmaq istəmir deyə. Yəni niyyətimə şübhə eləmə deyir də. Ona görə sən daha adekvat qəbul edirsən istənilən tənqidi, dəyişikliyi və s. Amma bizdə o yoxdur da, elə bil ki. Biraz rəhbərdə var, baxırsan o digər ya həmkarında yoxdur, ondan sonra ikinci adamda o yoxdur. Ya özü ötürə bilmir, ötürmək istəmir və yaxud da ki, qoşmur tutaq ki, davamçılarına o söhbətə. Ona görə də ömrü qısa olur. Yəni, baxırsan ki, adam həqiqətən də əziyyətlə bir nöqtəyə gəlir. O, indi ikinci, üçüncü nəsil o şirkəti daha böyüdə bilərdi. Amma böyütmür də, elə bil ki, baxıb gedir. Böyüdə bilmir. Çox sürətlə üz aşağı gedir. Böyüdə bilmir. Bilsən mən harada görürəm problemi? Orada görürəm ki, şeydir, bizdə elə bir idarəçi məktəbi yoxdur, ənənəsi yoxdur deyə bizim baxıb götürəcəyimiz çox şey yoxdur. İndi yaranır da məncə bir. Son 5 ildir yaranır. Yəni 3-cü nəsil, 4-cü nəsil sahibkar varmı misal üçün də? Yəni çox deyil, azdır yəni. Hətta azdır da, çox azdır. Və amma indi kimin sözü idi deyəsən, Çağlar Şəngül ya İlber Ortaylı'nın sözü idi ki, yəni deyir, insanın özünü intellektual deməsi üçün 3000-2000 nəsil atadan alı ali təhsilli olmalıdır. Bir nəsil bəs eləmir yəni. Tutaq ki, mənim atamın, anamın ali təhsilli olması mənə intellektual özümə deməyə bəs eləmir. Nənə olmalı? 2-3 nəsil olmalıdır. Nənə baba olmalıdır. Görürsünüz, bu biznesdə də mən elə bilirəm ki, elədir. Hə, təcrübə.
O gəlməlidir. Məsələn, baxın Ülkərə baxırsınız da alın, düzdürmü? Ülkər yaradıb, ondan sonra həm 5-ci nəsildə, 6-cı nəsildə gəlir. Hərəsi də bir dənə şey öyrənir, bir yenilik gətirir və s. və axır. Ülkər demişkən, bu yaxınlarda bir dostların birində söhbət sən barədə düşdü və o adam səni tanıyırdı. Dedi ki, bəs Rafiq uşaq vaxtından çox mütaliə edirdi. Ki, bəs kitabxananı yeyirdi də, Rafiqdə. Rafiq, bu günə kimi oxuduğun ən maraqlı kitablar hansı olub? Yadda qalan hansı kitablar olubdu? İstədim, bədii ədəbiyyatda ola bilər. Kimsə bizi dinləyənlər bunu oxusunlar. Mütləq oxumalı olduğunu dediyin kitab var. Mən ən çox həm bəyənmədiyim, həm də özüm üçün də çətin olduğu şey ümumiyyətlə kitabın adıdır və yaxud da onu tövsiyə eləməkdir. Mənim çox böyük kitabxanam var. Buna fəxr edirəm. Amma hətta indi alıram. Oxuduqlarımdan qat-qat daha çox alıram. Hətta oxumayacağımı biləcəyim kitabları da alıram. Ki onu heç vaxt oxumayacağam mən. Niyə alsan? Amma istəyirəm ki, o mənim kitabxanamda olsun yəni. O sənə nə verir ki? O həm mənim tutaq ki, oğlum baxsın, onu görsün. O kitabxanamda olsun. Bir də bu gün mən belə fikirləşirəm də oxumayacağam. Bəlkə kiməsə faydalı olacaq, bəlkə mənə hansısa mənə lazım olacaq. Və yaxud tutaq ki, dünya klassikləridir. Mən bütün dünya klassiklərini oxumaq istəmirəm, amma onların hamısının kitabını istəyirəm məndə olsun. Yəni kitab, məsəl üçün mən bu yaxınlarda, yayda daha doğrusu, mən 85 təvəllüdəm. 85-dən əvvəl çıxan bütün kitabları almışam Kirilcə. Bütün kitablar dünya ədəbiyyatından. Ədəbiyyatdan, nə bilim, tematik mövzular da var idi. Hərracılar var, hərracılar. Hə, görmüşəm. Hərracılardan almışam onları. Ki, məsəl üçün açırsan, baxsan, kitab 37-də çıxdı, sənin onda bir yemin də yox idi. Çox maraqlıdır da. Hətta onların birindən maraqlı şeylər tapmışdım. O vaxt hansısa bir şairə atmaza atırdı. İndi o çox məşhur bir adam sayılır, həmin adam. Yəni baxsan ki, o vaxt 19-cu ildə çıxan bir dənə kitab var, Latin qrafikasından 19-da çıxır. Belə bu xoşlayıram onu, bir kolleksiya kimi də bir şey. Qaydaq sualımıza. Hansı kitab? Bu həyatına təsir edən hansı kitab olub? Məsləhət vermək olar. Deyirsən ki, bu kitab mənə çox maraqlı gəlib. Sən buna görə bu ola bilər. Bu qədər kitab oxumusansa demək ki, müqayisə eləmək şeyin nə var? 4-dən bura bütün kitabları yazmışam, mən oxuduğum bütün kitabları. 4-cü sinifdən. Bəli. 4 yaşdan yox da. Yox. 4-cü sinifdən. 10 deyirsən. Hə. Yazmışam. İndiyənə kimi də onun hamısının adresi var. Təxminən 600-700 civarı bir şeydir. Hə. Və orada mənə ilk təsir edən kitab Dumanlı Təbriz oldu. Məmməd Səid Ordubadinin Dumanlı Təbriz olub, o tarixi olub, Güney Azərbaycan hadisələrindən və s. O olub. Səncə sən o bugünkü olduğun yerə, soyadına falan onda təsir olubmu vaxt elə yoxsa yox? Olub. Ondan başlamalı. Çünki mən o vaxt nə gəldi oxuyurdum deyə. İnsan nə gəldi oxuyur, sonra seçirsən. Sənə nə daha çox yapışır. Bəli. Mən 96-da, amma bu prosesə mən belə deyim, 16 ay təxəllüsünü götürmüşəm 2001-də. Yəni 5 il, amma mən 5 il sərasər gündəlik oxumuşam, yəni sərasər oxumuşam da, yəni çünki başqa bir şey yox idi, pul da yox idi. Yəni kitabdan başqa elə bir əyləncə də yoxdu, evə də yaxın idi. Gedirdim, götürürdüm. Orada da o vaxt şəxsiyyət vəsiqəsindən həm bir dənə verirdilər, 2 dənə verirdilər belə şey. Küçüsünə yazılırdım, kərəsindən bir dənə götürüb. Yəni hamısını oxuyurdum. Və məsələn bu gün peşman olduğum şeylərdən biri də odur ki, mən bilmirdim deyə, coachum yox idi də, istiqamət verən yox idi deyə. Mən girirdim polkaya baxırdım, dedim ki, polka oxuyurdum. Oyda. İkinci polkanı bitirəcəm, 3-ə keçəcəm, 3-ü bitir. Amma indi 3-cü polkada bir dənə şahmat kitabı olurdu. Mən şahmatı rusca oxumuşam. Niyə? Çünki rusca çıxıb qabağıma. Rus dilini o vaxt üçün bilirdin? Bəli, bəli. Rusiyada yaşamışam, orada yaşamışam. Ana dilimi də rusca yazmışam. Doğrudan deyirsən. Sonra 92-də Azərbaycanda məktəbə gedəndə o dövrdə o sektorda yaxşı baxmırdılar deyə bilməyə Azərbaycan sektoruna keçmişəm. Sonra da öyrənmişəm elə. Hə, Məmməd Səid Ordubadi Dumanlı Təbriz. Sonra məsələn o ciddi şəkildə dəyişdirib. Son zamanlar oxuduqlarımdan Masumiyyət Muzeysi dəyişdirib Orhan Pamukdan. Bizneslərdə mən sizə deyim ki, biznes mənə təsir eləmir yəni. Şey olaraq deyim ki, bu falan biznes kitab var, çox superdir, yox. Hərəsində bir cümlə, 2 cümlə yadımda qalır. Adətən. Case olaraq. Çətinlik çəkirəm, yəni konkret hansısa kitabı eləmək, adını çəkmək. Hansı kitabı bir də oxuyarsan? Hansı kitabı bir də oxuyaram? Mən Abdullah Çatlı haqqında kitab oxumuşdum. Babam Çatlıdır kitabın adı. Qızı yazmışdı özü atası haqqında. Və mənə çox ciddi yaxşı, yəni müsbət məndə yaxşı təsir eləmişdi. Hətta o dövrdə onun haqqında bir yazı da yazmışdım qəzetdə.
Polat Çatlı nəsə şeydir də o. Asalanı bitirən adamdır. Hə. Asalanı bitirən adamdır. O ərəfələr onun haqqında yazmışdım. Mən qazanılmış zəfərlərin unudulmuş qəhrəmanı. Çünki o 96-cı ildə Susurluq hadisələrində dünyasını dəyişmişdi. Yəni yeraltı dünyanın adamı idi, amma millətçi idi və onu o dövrdə belə deyək də Türk İstihbarat Qurumu millətçi olduğu üçün və əvəzsiz xidmət elədiyi üçün və rəsmi yollarla da Avropada Asalanı bitirə bilmədiyi üçün qeyri-rəsmi göndərib Asalanı bitirmişdilər. Yəni o Asalanı bitirən adam sayılırdı şeydə. Məsələn, onu bir də oxuyaram. Məsələn, o prosesi başa düşmək adına. Bəs dünya ədəbiyyatından nə oxuyarsan bir də? Dünya ədəbiyyatından Theodor Dreiser'in kitablarını oxumuşam. Hə, bu arada mənə ən təsir edən kitablardan biri nə hansı oldu? Rusca oxumuşam o kitabı. Amerika faciəsi. Hə, Amerikanska tragediya. Dreiser'də o səfəmsə. Bəli. Hə. Yəni o çox təsir eləmişdi mənə. Hə, çox təsir eləmişdi. Hətta mən ətrafımda bu yaşa qədər, o da Clyde'dır da, o baş obraz. Ona çevrilən adamları görmüşəm yəni. Hətta məsəl üçün elə adam olub ki, demişəm ki, bir gün o olacaq, o Clyde olacaq. Yolunu alacaqdı. Hətta o yerə gedəcək də. Amma baxmayaraq ki, onun potensialı var idi, hər şey var idi, amma o mövcudla qane olmurdu orada. Qane olmadıqca yalan danışırdı. Sonra o yalanı o birisi yalandan örtürdü falan filan. Axırda edam oldu. Və dayana bilmirdi. Və dayanamırdı bəli. Yəni o həmişə gəlib. Hətta özümü belə ondan ehtiyat eləmişəm özüm üçün. Özüm olmaqdan, özünün elə çevirməkdən əsaslı. Ehtiyat eləmişəm. Çünki orada haqqa girir, nə bilim, çox şeylər vardı. Axırda bir nəfəri də suda boğur və elektrik stolunda edam olunur. Yaxşı. Deməli, burada bir neçə sualım var mənim sənə. Deməli, sənə görə uğur nədir? Uğur mənə görə uğur, daha doğrusu indi elə bilirəm. Uğur, yəni özünü necə hiss edirsən, odur. Misal üçün. Yəni mənim üçün uğur hissiyatdır. Yəni uğur kiminsə məni necə görməsi deyil, mənim özümü necə görməyimdir. Yaxşı. Onda sən hansı halda özünü uğurlu saysan? Əgər gördüyüm işin yekununda və özüm də özümlə tək qalanda, nə yaxşı ki bu işi görmüşəm və belə olubdu deyirəmsə, o uğurdur. Nə yaxşı ki uğurdur. Mən hesab edirəm ki, ümumiyyətlə uğur hər şeyin ən gözəl cavabıdır. Uğur. Onda elə çıxır ki, ən yaxşı cavab bacardığın işdə nəticə göstərməkdir. Yəni sənin özünün bu mənim uğurumdur dediyin şeylər ən yaxşı cavabdır da. Başqa heç nəyə sübut eləməyə ehtiyac yoxdur. Yəni ilişib qalmağa ehtiyac yoxdur da. Sən nə xoşbəxt eləyir? Sevdiyim işlərlə məşğul olmaq. Sən işdən başqa həyatda nə isə var? Var. Sərdən işdən danışırıq da. Yəni ayrı nə var orada? Məsələn, marağın nə var məsələn, hobbin? Mən yəni ünsiyyəti çox sevən adamam. Yəni ilk baxışda kənardan çox da ünsiyyətçi görünməyə bilər, amma ünsiyyət qurduğum adamlarla çox sıx ünsiyyətdə oluram. Onların belə deyək də həyatını hərdən bir bəlkə də səhvdir, bəlkə də düzdür. Elə bilirəm ki, həm də bu mənim məsuliyyətimdir ki, onların da həyatının asanlaşmasında mənim rolum olmalıdır. Belə düşünürəm. Öz dostlarım üçün, yaxınlarım üçün və yaxud da ailə üçün eyni qaydada. Boş vaxtın olanda nə edirsən? Boş vaxt, əvvəl mən ümumiyyətlə həmişə çalışırdım ki, bir neçə hobbilərim var idi və o hobbilərim üçün vaxt ayırmaq üçün bir qrafik olurdu. Excel-də zətdə düzəldirdim onu, çalışırdım ki, əməl edeyim, sonra onu balaca kəsib yapışdırırdım ki, boş vaxtdan da əməl edeyim. Amma indi oxuduqlarımdan sonra gəldiyim bir qənaət var və mənə çox yaxşı təsir edir bu. Boş vaxtımda ümumiyyətlə düşünməməyi. Uzanırsan, oturursan, neyinsə? Fərqi yoxdur, gedə də bilərəm. Ümumiyyətlə mən həyatımda ən ciddi qərarları yeriyə almışam. Çünki mən oturanda çox düşünə bilmirəm. Mən eyni şeydir. Mütləq gəzmək. Eyni şeydir. Və gəzəndə də yol da yadımda qalmır. Hardan gəlinsən, hara gedirsən, o da olmur. Hətta avtomobildə də olanda olur ki, bəzən mən necə gəldiyimi xatırlamıram. Yəni gəzərək belə deyək də şeydə. Amma axırıncı dəfə hətta o haqda yazda yazmışdım. Mən dayanmaq, bacarmaq. Hə, görmüşdüm. Ki insan bir də düşünməməlidir yəni. Hər şey düşünürsən, bir də baxsan düşüncələrinin də özünün əməliyyatı var, operation var. Yorursan. Səni düşüncələr özünün operationına salır. Sən ana düşüncən var ki, düşünüb qərar qəbul eləmək istəyirsən, beyni dincəltmək istəyirsən, ona gedə bilmirsən. Meditasiya deyək də buna. Yəni heç nə düşünməmək. Məsələn, bir dəfə sınayın onu. Oturun və heç nə düşünməyin. O mümkündür, ümumiyyətlə. Mümkündür. Boşluq da olur, yaranır.
bir fokusu bir nöqtəyə götürürsən və ya bir hadisəyə bir şeyə və düşünmürsən. Amma mən burada gedir məndə. Hə, o getməsi pisdir də. Və yaxud tutalım ki, bu gün bizim diqqətimizi dağıdan çox şey var. Heç düşünməməyə qoyuram qırağa. Məsələn, mən belə elə bilirəm. Əvvəla tək olmağı çox xoşlayıram. Məsələn, boş vaxtımda çalışıram ümumiyyətlə özümlə tək olum. O çox yaxşı bir hadisədir. İnsan diqqətini dağıdan çox şey var da. Bax, telefona zəng gəlir, o, bu, ətrafdan nəsə gəldi, keçdi və s. və laxır. Məsələn, telefonu biraz kənara qoyanda, əslində həyatın nə qədər gözəl olduğu da görsənir. Daha adekvat və vaxtdan daha düzgün istifadə edirsən. Məsələn, işləyəndə ki, telefonu qoyursan yanına, misal üçün də, bildiriş gəlir, oradan çıx, buradan ora gir, oradan, buradan ora, buradan ora. Vaxtı gün bitdi, sən də özünü çox da yaxşı bir işlər görmüş kimi hesab eləmirsən. Hesab eləmirsən. Onlardan kənar qoyub ancaq bir şeyə fokuslananda, məsələn, mən özüm multitaskıram. Bu mənə çox kömək eləyib bu günə gəlməyimdə, amma bundan sonrasını aparmır. Bundan sonrasında o deyir, sizi bura gətirən şeylər sabah aparmayacaq, bir söz var. Yəni, o nələrsə məni bura gətirib və mən belə bilirəm ki, bundan sonrasını aparmayacaq. Çünki bundan sonra mənim o qədər gücüm yoxdur, yəni ki, onlar. Və ümumiyyətlə, niyə seçici davranmalısan? Çünki sənin resursların qıtdır artıq. Düzdür, iqtisadiyyat elə deyil, qıt resurslarla fəaliyyət göstərməlisən. Limitsiz olsa nə var idi ki, misal üçün, əvvəl mən 3 saatda yatıb, səhər durub rahat ola bilirdim. İndi elə deyil. İndi sönürsən. İndi 8 saat yatmalısan da, düz deyil. Yəni şey deyil. Ona görə də mən boş vaxtımda belə deyək də, bir düşünməmək, heç nə düşünməmək. Çünki nəyisə düşünmək beyni çox yorur da. O da elədir ki, şükür Allah, bu günləri o qədər qayğı var ki, yəni ürəyin istəsə ki, nəyisə düşünəsən, gedəsən şeyə, gedirsən ona. Yəni o düşünməmək, biraz özünlə tək olmaq. Məsələn, özünüzlə tək olmaq var, o çox super bir şeydir. Ayrı hobbin var nəsə, məşğul olduğun? Var. Cəmaət sənə çıxacaq. İstəyirəm ki, o mənim özümdə olsun. Hə, yaxşı, okey. Yaxşı. Bir dənə təxribat sualım var. Bugün həyatında nə çatışmır? Nəyi artırmaq istəyərsən? Bayaq deyəsən danışdıq haqqda, artırmaqla bağlı. Dedim sən? Hə, o sual verdim, amma çatışmırı danışmamışdıq. Nə cavab verdin? Artırmaq istədiyim, mən özümü faydalı hiss elədiyim o hissələri artırmaq istəyirəm. Məsələn, dedim ki, mən istəyərdim ki, tutaq ki, dünyada necə iqtisadiyyatın istiqamətini Davos forumu verirsə, mən də o forumu. Ha, bu zirvədir. Hə, o işimlə bağlı, onu artırmaq istəyərdim. Bəs ümumiyyətlə? Elə mən onu düşünürəm. Bu belə biraz da görünür ki, sən trafik deyəndə işdən başqa nə olmalıdır? Ağlına gəlməlidir. Ümumiyyətlə, mən elə gəlir ki, işlə şey ayrılmır, yəni insan. Mən elə öz işimlə də, şəxsimdə də belə bütöv hesab edirəm özüm. Evdəkilərlə də şeylə görüşü Google kalendarla falan verirsən, yoxsa yox? Sən görüb eləyirsən? Evdə necədir? Misal üçün, rasional, emosional və məsələn, mən baxıram ki, mən olmağımda tutaq ki, valideynlərim çox rol oynamayıb. Yəni necə? Və onlar əllərindən gələn hər şeyin yaxşısını eləyiblər. Amma mənim seçmə istədiyim istiqaməti mən seçmişəm. Səhv eləyə və düz eləyə. Ona görə yox ki, onlar istəməyiblər ki, onu desinlər. Sadəcə o dövrün qayğıları başqa idi. Onlar sadəcə belə deyək də minimum tələbləri ödəmək üçün gecə-gündüz çalışıblar və böyüdüblər də deyək ki, məni. Amma mən seçmişəm. Bu gün isə mən misal üçün ən çox narahat edən şeylərdən biri odur ki, mən bəlkə də tutaq ki, öz övladımı zəhmətə yaxşı alışdırmıram. Hə, daha asan çatırsa, nələrsə əldə edə bilir, yəni. Misal üçün mən tutalım ki, o vaxtda öz internet pulumu özüm qazanırdım. Çünki o vaxt belə fikir var idi ki, internet boş-boş şeydi də, elə deyirdilər bizim vaxtımızda da ki, boş-boş şeydi. Biz o vaxt kompüteri televizora qoşmurduk ki, televizor xarab olur. Bizdə yəni belə vaxtlar var idi də. Ona görə amma indi elə bilirəm ki, mən onu ötürə bilmirəm. Məndə o çatmır. Mən elə bilirəm ki, mən yaxşı ötürə bilməyəcəm. Bəs sən yaxşı valideyn olmaq həyatında bir şey dəyişdi, yoxsa yox? Dəyişdi. Sən nə verdi sənə valideynlik? Biraz insanı qorxaq eləyir. Ha? İtirmə qorxusu? Hə, itirmə qorxusu yaradır. Cəsarətindən alır biraz. Adamın cəsarətindən alır. Dahil olmayanda hər yer sənə evdir də. Yəni ürəyin istəyir, bilirsən, girsən başqa yerə, hara istəyirsən elə yaşayırsan, ümumiyyətlə bir formatda. İndi elə deyil? İndi yox deməzdim elədir. Yəni indi ən azı ölçürsən də ki, məsuliyyətin var axı. O öz başına gəlməyib də. Demək,
dünyaya gəlibsə, sənin məsuliyyətin var. Sən ən az onu özünü dərk edənə qədər hazırlamalısan və yaxşı şəkildə hazırlamalısan. Çünki bizim gəncliyimiz çətin dövrlərlə keçib, travmalar çox olub və s. və s. İndi isə baxırsan ki, hə, düzdür, bəlkə də hər şey var, amma ünsiyyət azdır da. Ünsiyyət azdır. Onda aslında bu verdiyin cavab bəlkə də mən bundan əvvəl verdiyim sualın cavabıdır da. Ki, həyatında nə artırmaq istəyirsən? Bəlkə də keyfiyyətli ünsiyyət artırmaq istəyirsən. Bəli, ola bilər. Ola bilər. O məni narahat edir. Kimsə üçün mən onu yetərincə ona diqqət ayıramıram da. Ünsiyyət. Özünlə ünsiyyətmi, dostlarla ünsiyyətmi, yeni insanlarla ünsiyyətmi, yoxsa ailənlə ünsiyyətmi? Yeni insanlara çox da meyilli deyiləm. Doymusan? Doymuşam deməyim də, yəni elə bilirəm ki, o qədər vaxt yoxdur da. İstəmirəm bir də nəyisə sanayım, nəsə bir şey olun. Hə, bəzi müəyyən nüanslar olur ki, o nüanslarda əgər özüm qəbul edirəmsə ki, həqiqətən bu adam budur, ondan çalışıram ünsiyyəti artırım. Yəni biz 2 ildir tanışıq da, amma mənə elə gəlir ki, mən səni çoxdan tanıyıram. Bəli, razıyam. Hə, elə adamlar var. İndi bunu sən burdasan deyə demirəm də. Amma elə adamlar var ki, onlar 5 aydır tanıyırsan, amma sənə elə gəlir ki, çoxdan tanıyırsan. O hiss sənə gəlibsə, ona güvənirsən də. Hər şeydə ağılla ölçmək olmur da. Ağıl şey deyil də. Bəzən hisslərə də güvənmək lazımdır. Dostlarla o qədər şey deyil, amma yeni ünsiyyət, ümumiyyətlə ünsiyyəti, ailə ilə ünsiyyəti, huzur və s. Bir də mən nəyə baxıram? Məsələn, tutalım Steve Jobs, yəni yox idi da onda da, düzdür. Amma o son çıxışında nə deyirdi? Nə deyirdi? O deyirdi ki, mən tutaq ki, belə bir imkanım, bir də həyatda imkanım olsaydı, ailəmə, sevdiklərimə daha çox vaxt ayırardım. Bunu təkcə o deməyib. Yəni baxırsan, bax Türk milyonerləri var, onların hamısının intervyuları var da şeydə. Hamısının dediyi, yekunda gəldiyi şey odur. Elə bil İranı, Turanı gəzir hər yeri. Hamısının dadına baxır, amma başa düşür ki, həyatda onu xoşbəxt edən şeylər o deyil. İndi sən bu gün ailəndə kifayət qədər vaxt ayırırsan? Yox. Ümumiyyətlə mən hesab eləyirəm ki, balans var, o yoxdur. Xaqaninin davamçılarından. Xaqani də elə deyir. Yoxdur, elə şey ola bilməz. Yoxdur. Bilirsiniz necə? Elə bil ki, məsələn, çox yaxşı güləşçi olub, həm də olimpiyadada çempion olmaq olmur şeydə. Məsələn, bilyə olimpiyadasında. Sən nəyisə çox yaxşısansa, nədənsə qurban verməlisən. Okay, indi sən bu gün variant yoxdur. Ailə tərəfində əgər bu milyonerlər belə deyirsə, sən də bu gün burdasansa, nəsə dəyişmək istəyirsən, yoxsa yenə bu yolla gedəcəksən, iş yoluna? Mən elə gəlir ki, gedəcəm. Bəs səncə sonda peşmançılıq olmayacaq? Gedəcəm deyəndə ki, yəni bunu o deyir, bilmək və fərqində olmaq var. Mən fərqindəyəmsə, bunun özü də yaxşı hadisədir. Fərqindəsən, amma fərqindəlik səndə bir dəyişiklik gətirmirsən. Hə, gətirə bilər də, istəyərəm gətirsin. Amma gedişat onu göstərir ki, sən o döngüdən çıxa bilirsənmi, o şey var, çıxamayaq fırlanır ki, insan. Sən bir dənə risk ayağı çöl atmalısan orada. Dayandırmalısan da, onu lazımdır, onu istəyirsənmi, bilmirəm yəni. Yəqin ki, bu gün istəmirsən. Məsələn, mən belə deyək də, çox şey səmimi deyim də, tamam. Boşluq yarananda bir dənə kitab, əlimə bir kitab atıb onu oxumağı daha çox üstünlük verirəm. Fərqli, baxsın. Təsəvvür ki, belə alınıbdır. Yaxşıdırmı? Məncə yox. Seçimləridir bu, məncə bu. Hər kəsin öz seçimi var. Yaxşı pis ayrı sualdır. Təsəvvür ki, 18 yaşlı, 17 yaşlı Rafiqlə görüşmə imkanı var. Ona nə deyərsən? Bir çox şeylər var idi ki, o vaxtlar mən onları dərd eləmişdim, amma nə balaca dərdləriymiş onlar. Hə? Onu deyərdim ki, eləmə. Eləmə. Bəs nə elə? Nəyi elə? Mən o vaxtdan bu vaxta elə bilirəm ki, bəzən şuurlu, bəzən şuursuz nə eləmişəmsə elə yaxşı da ki, eləmişəm. Yaxşı ki, eləmişəm. İnsanı elədikləri peşman eləmir ki, eləmədikləri peşman edir. Bəs etmədiyin peşmançılıq var? Var. Soruşmayacam nədir? Var, əlbəttə ki, var. Hə, yaxşı. Deyərsən ki, onda biraz daha rahat olsun da, düzdür? Daha rahat olsun. Deyərsən ki, daha rahat olsun. Çox şeyi dərd eləməsin özünə. Bəli, onu deyərəm ki, yəni çox şeyi dərd eləməyə ehtiyac yoxdur. Qəlizləşdirməyə ehtiyac yoxdur. Qəlizləşdirməyə ehtiyac yoxdur. Hə, qəlizləşdirməyə. Həyatda vacib olan şey nədir səncə? Mən bir dənə buna aid bir şey deyim. Tutaq ki, mən orta məktəbdə oxuyanda bir günləri belə bir qənaətə gəldim ki, bəs mənim bütün sinif yoldaşlarım çox yaxşı yerlərdə işləyirlər. Məktəbdə elə məktəb idi ki, o ətrafında yazıçılar, binası və s. imkanlı uşaqlar çox idi. İndi o dövrə uyğunda bizdə o qədər də şeylə bir vəziyyət yox idi. Və uşaq vaxtı fikirləşmişdim ki, uşaq dediyim yəni 8-7 falan
Ki bəs mən harda işləyəcəm onda? Bunlar hamı hər yerdə bunlar işləyəcəklər. Bəs mən harda işləyəcəm? Amma yer qalmadı. Hə, yer qalmadı da. Görürsüz falan filan. O məni bəlkə də 11-ə kimi buraxmadı o fikir olaraq. Aha. Başa düşmürdün də, onu dərk eləmirdin ki, elə deyil də. Yəni dünya bir dənə şey deyil. O nə qədər müəyyən bir şeylər var ki, səni çəkindirirdi oradan. Şeylər eləyirdi. Mənə görə, bax, həm də ona görə məndən çox ünsiyyət olmadığı üçün o mövzularda çox ünsiyyət olmadığı üçün sən özün qərara gəlməli idin. Oradan buradan eşitdiyindən falan filan. Amma mən fikirləşirəm ki, axı bu gün məsəl üçün sən də öz övladından çox danışaraq təcrübələrini ötürə bilərsən də. Onu seçməz. Ayrı mövzudur. Amma sən deyirsən ki, bax mən demirəm sən mənə bax məni kimi elə. Amma mən bunu belə elədim, səhv elədim. Çünki bu günün gəncləri, indi bu dəqiqə trend nədir? Alfa nəsli nəsihəti sevmir. Amma biz nəsihəti sevirdik də, kimsə qoysun qabağına. Bəli. Danışsın, desin, elə belə orada otur. Amma bu günün gənclər nəsihəti sevmir. O deyir ki, ünsiyyət elə, yəni söhbət elə ondan. Məsələn, tutaq ki, o deyirsə ki, tutalım da, mən riyaziyyatı sevmirəm. Sən ona deyənməzsən ki, dünyada nə bilim, bütün işlərin kökü riyaziyyatdır, sən necə sevməyə bilərsən onu, sən falan filan. Sən sadəcə onu ümumiyyətlə bir suallarla onu istiqamətləndirməlisən də, söhbətlə ki, səncə niyə belə düşünürsən? Səni nə vadar eləyir, məsələn. Coaching edirsən. Hə, coaching edirsən. Bunu istəyir səndən. Həqiqətən də mən indi görürəm də, bəzi şeylər var ki, mən o metodu tətbiq edirəm, görürəm səbrim çatmır, axırda qayıdıram o avtoritar. Belə. Hə, Qulaq asır. Dedim ki, hə? Qulaq asır, amma bilirəm ki, könülsüzdür. Amma İqtisadi sanksiyalar tətbiq etməyə çalışırsan. Valla iqtisadi sanksiyalar da təsir eləmir. Təsir eləmir. Biz balaca vaxtı, baxırdın ki, insan çox kiçik şeylərlə xoşbəxt ola bilir. Demək ki, insan əslində ola bilər. Biz özümüzdə elə bir ehtiyac yaratmışıq ki, bu da məndə olmalıdır ki, özümü yaxşı hiss edim falan filan. Çünki ona amma sən çatdıqca görürsən ki, o deyil. Deyil. Əşyalar insanı xoşbəxt edir. Vaxtı ikən pul olmadığı üçün heç avtobusa minmirdim. Mən uzun məsafəni piyada gedirdim. İndi avtomobilin olur, deyirsən ki, bir ildən sonra sənin gözündən düşür. Yəni insan belədir. O dində Məhəmməd peyğəmbərin də sözü var. Deyir, insan bir vadidə olur, qızıl olsa ikincisini istəyir. Yəni insan doymur da. Yaxşı, buradan nəsə çıxartmalıyıq? Bundan o nəticə çıxartmalıyıq ki, bizim əslində istədiyimiz var, konsumerizm var. O dəyər yaratmayan cəmiyyətdir. Biz dəyər yaratmayan cəmiyyətin fərdinə çevrilirik də bu dəqiqə. Amma bu gün dəyər yaradan cəmiyyət nümunəsi varmı? Var. O demək deyil, bir cəmiyyət bütövlükdə dəyər yaradır. Fərdlər var, o döngüdən qıraqdadırlar da. Məsələn, mən tutalım da deyirəm də, çox böyük şirkətin Avropada, böyük bir şirkətin C-level menecerini görmüşəm ki, tutalım ki, onda, nə bilim, belə deyim də, iPhone 11 idi. Hansı ki, 15 çıxmışdı. Onun vecinə də deyil o. Yəni, şey deyil, o demir ki, məndə 16 çıxıbsa, mən də gedib 16 almalıyım. Səni elə bil ki, bu gün, əslində, konsumerizm deyək də, vəhşi kapitalizm deyək, bədii ifadə ilə göstərsək, səni mütəmmadi istehlaka çağırır. Və sən elə bilirsən ki, sən sahib olduqca xoşbəxt olacaqsan. Sahib olduqca. Amma görürsən ki, o deyil. Ona çatırsan, o deyil. Mən, məsələn, son vaxtlar Byung Chul Han var, məsləhət görürəm onu, o haqda yazı yazmış. Onun kitablarını oxuyuram. Adı nədir? Byung Chul Han. Koreya? Oralıdır, amma nəsə türk əsli də var, amma özü Almaniyada yaşayır. Almaniyada yaşayır və son postmodern psixologiyanı araşdırır. Nə qəşəng. Çox super kitab, çox möhtəşəm kitabdır. Hə. Məsələn, onun dediyi şeylər var da ki, biz bu gün ona çevrildik. Yəni bizə deyirlər ki, tutalım. Hətta o haqqda mən onu oxuyandan sonra bir yazı yazmışdım. Təkliyin yalançı cazibəsidir. Yəni bu gün hər şeyi fərdiləşdirirlər ki, daha çox sata bilsinlər də. Bu gün tutaq ki, iki insan bir yerdə olanda bir qazan alır, amma iki ayrı yerdə yaşayanda hərəsində bir qazan alır. Məntiqinlə də təkliyi şey eləyirlər ki, yəni sən təksən və s. Tək olmaq zordur. Tək olmaq zordur, əladır və insanın o bioloji şeyi var, genotipinə əks gəlir. Hansı ki, insan tək mövcud ola bilmir. İnsan həmişə sürü halında yaşayıb. Düzdürmü? Sürü halında ovlanıb həyatda qalıblar. Bəli. Tarixən. Elədir, falan filan. Nə bilim, birləşib qoşun olub, dövlət olublar. Tək olmur, tək elə bir şey yoxdur. Bu cür amma deyirlər olur axı. Bu gün deyirlər. Amma belə baxanda onlar da tək deyirlər, onlar da pişik zad alırlar. Hə.
Necə? Pişik alırlar, Yox, it alırlar. alırlar, amma nə olur yekunda? Heç nə tək qalırlar da. Yəni nə demək istəyirəm? Elə bir opozisiya, müxalif prizmasından ki, onlar dediyim yəni məsəl üçün də evlilik lazım deyil, ailə lazım deyil, uşaq lazım deyil. İnsanlar belə nəyəsə sahiblənməyə ehtiyac duyurlar. Amma onlar məsuliyyətsiz sahiblənməyin tərəfdardılar. Bu qədər məsəl üçün də uşaq yox, it saxlayır. Evlilik yox, qısa müddətli münasibətlər istəyir ki, onlar məsuliyyət az olsun. Bu gün elə məsuliyyət əleyhinə deyiləm. Hətta mənim demək istədiyim mövzu təkcə evliliklə bağlı deyil ki, mütləq insan evlənməlidir, nə bilim uşaq olmalıdır, o mənada deyil. Ümumiyyətlə fərdiləşmə var, fərdiləşmə. Amma belə cütləşmə, yaxşı mənada cütləşmə istər-istəməz sosial status gətirməlidir də. Gətirməlidir əlbəttə. Yəni ailə olmayan yerdə bu inkişaf ola bilməz axı. Yəni ailə bu şey, mən o prismadan baxıram ki, məsəl üçün bir çox dünya ölkələrində ailə yoxdursa o prezident ola bilmir məsəl üçün. Hə. Maraqlıdır. Nə şey mühafizəkar cəmiyyətlərdə ehtimal ki olar. Qaydadır da bu. Hə. Hətta o qeyri-rəsmi qaydadır. Yəni deyirlər ki, sən özün ailə idarə eləyirsən, dövlət nə tər idarə eləyirsən? Yoxdursa sənin ailən niyə yoxdur? Hə, amma bu gün misalın buna da statusdur. Hətta mən onu eşitmişəm ki, dediyim kimi də, hətta bizdə də var o. Bir çox yerlərdə yüksək vəzifəyə təyin olunanda o kriteriyadır. Ailəlidir yoxsa yox? Onu da bilmək lazımdır tez. Okay, aydındır. Səncə birinci səbəbi sual verdim. Səncə həyatda ən önəmli şey nədir? Məncə ən önəmli şey insan öz inandığı ki var, inandığı şeylə. İnandığı şeylərdən dönməməkdir. Dönməmək. Yəni insan özünə xəyanətdir məncə ən önəmli. Etməmək, yəni özünə xəyanət etməməkdir. Öz dəyərlərinə xəyanət etməmək. Bəli. Məsələn, ola bilər mən bu gün səmimən, həqiqətən inanıram ki, bu şey yaxşıdır. Onu müdafiə edirəm, burada sual yoxdur. Bir il sonra səmimi inanıram ki, yox, indi bu şey yaxşıdır. Onu da müdafiə edirəm, orada da sual yoxdur. Vay o gündən ki, mən özüm bu gün inanıram ki, bu pisdir, amma onu mən yaxşı deyə müdafiə edirəm. O pis şeydir, ikiləşmə deyək də. O şey deyil, o yəni çox pis şeydir məncə. Okay. O siz nəyə baş verir? Elə bil ki, siz bir dəfə pislik eləyirsiniz, sonra onu öyrəşirsiniz. Sonra sizə pislik eləmək adi gəlir. Normal gəlir sənə artıq. Çünki sən orada ona özünə icazə verirsənsə, ondan sonra sən hər şeyə icazə verə bilərsən. Heç nə sənin üçün şey deyil də, pis hadisə deyil. Maraqlıdır. Dəyərlərinə sadiq olmaq. Yaxşı, dəyərlərinə sadiq olacaq Rafiq 5-10 il sonra özünü Bakıda görür, yoxsa regionda, yoxsa xaricdə? Məhəmməd hesab edirəm ki, xaricdə yaşayanmaram. Yaşanmazsan, ha? Hətta ən yaxın Türkiyədə belə bir həftədən sonra ürəyim sıxılır yəni. Nədir sən narahat edən orada? Mən burada özümü öz qabağımda hiss edirəm. Burada nə var ki, orada yoxdur? Çevrə, sosial təsdiq falan filan. Yenə deyirəm, bizə ən yaxın ölkədə belə gedirsən və sən ikinci sortsan orada yəni. Şey deyil, mən hətta burada çox önəmli insanların gedib, misal üçün də Amerikaya köçüb, orada da o yoxluq var ki, onu hiss elədiyini görmüşəm. Yəni heç kimlik. Heç kim. Sən yəni fərdsən, ola bilər hər şeyin olsun, evin olsun, eşiyin olsun və s. və l. Amma hər şey o deyil deyə sıxılıb gələn adamlar var. Məsələn, mənim tutaq ki, 10 il, 11 il Kanadada yaşayıb Azərbaycana köçmüş adam var idi. Onun hər şeyi var idi də. Kanada. Bəli. O dedi ki, mən orada heç kim olduğumun fərqinə vardım. Belə. Öndə yaxşı şeydə bir də şey var da, hansı dövrdə gedirsən, o da önəmlidir. Yaxşı olaraq 35-dən sonra deyək də, o bir dəfə mən harda eşitmişdim, o yaxşı söz idi. Deyir ki, 35-dən sonra gedənlər özünü yox, uşaqlarını xilas edir. Hə. Yəni 35-dən sonra sənin bütün çevrən burada formalaşıb. Düşürsən burada aşağı 3 dənə adama salam verirsən, yolda gedirsən 5-i sənə salam verir. Budur da sosial. Məncə bizim cəmiyyətdə o xas bir şeydir. Bütün cəmiyyətlərdə o yoxdur. Bəlkə də yoxdur. Biz Bəlkə sosial onlar bir-birlərinə get-gəl yoxdur, amma mən elə bilirəm ki, o olmayanda bir təhər olursan da. Mən belə böyümüşəm, səhviyyə düz. Mən demirəm yaxşıdır və pisdir. Hesab edirəm ki, yaşayanmaram xaricdə. Yaxşı, bəs özünü Bakıda regionda görsən da yaşayanmaram. Ha. Bakıda. Biz bir asfaltın üstə böyümüşük də. Onda özünü, yəni onda universitet Bakıda olmalıdır. Necə? Universitet onda Bakıda olmalıdır. Rektor olacağım universitet. Bakıda olmalı. Bir nəfər vaxt bir şey demişdi, köçmüşdü şeyə, Avropanın belə kəndinə deyək də. Və bir gün onun da dostuna deyirdi ki, bu sən deyilsən də, sən onu ömür boyu, nə bilim, istidə, şeydə, şəhərin üstündə qalmısan deyə, sənə bu gün cazibəli gəlir. Sənə elə gəlir ki, sən orada yaşayarsın. Amma əslində o deyil.
Sən ondan doyandan sonra bir də istəsən onda düzdür də. Sonra o adam çox maraqlı bir söz demişdi də. O köçüb gedən. Aha. Demişdi ki, mən yaşıla baxmaqdan yorulmuşam. Yaşıl da hər tərəf yaşıl. Düz bezmişəm yaşıla baxmaqdan. Ayrı bir şey, ayrı rəng istəyir. Hələ Sən o- yox bezməmsən deyəsən onda. Yox. Yaxşı da pis budur da. Hə, yaxşı. Okay. Mən ümumi olaraq demək olar ki, bütün suallarımı verdim də. Hansı sual ən çox xoşuna gəldi? Yadda qalan sual oldu. Düşünərdim onu bir də gedib. Hə. Düşünərdim onu nəyə artırmaq istəyirəm. Qəşəng sualdır. Mən özüm o sual, mən özüm sən zor. Mən hələ də elə bilirəm ki, ona tam cavab verə bilmədim, amma o yax düşünməli sualdır. Yəni ümumiyyətlə. Bu sualı məncə Sonra nə olsun? Bu sualın şeyi budur da, bir alternativ. Sonra nə olsun? Mən o sualı çox düşünmüşəm deyə mən bilirəm mən nə istəyirəm. Elə nə istəyirsən? Ailə. Ailə. Bir də ki, mən özüm Bakıda görmürəm. Elə. Mən Bakını sevmirəm axı belə pis olmasın. Harda görürsən? Mən Bakıda böyüməmişəm, mən Gəncədə böyümüşəm. Bakını hörmət edirəm. Mən istəyirəm ya şey olsun. Ayrı ölkə ola bilər. Deyirsən 35-ə sonra getməyəcəksən. Amma mən yoxlamaq istəyirəm. Yoxlamaq istəyirəm. Hə, yoxlamaq istəyirəm ki, necə olacaqdır. Çünki mənim sahəmdə mən burada çox qabağa gedə bilmərəm. İnsan inkişafında burada nə qədər iş görə bilərsən ki sən. Amma xaricdə orada daha çox bazar böyükdür, özün bilirsən də, bazar böyükdür, daha çox. Amma gedib sən özünü xilas eləyirsən də, ondan sonra. Mən heç ömrü getməyi düşünmürəm. Bir müddətlik, yalnız da ölməyi burada istəyirəm. İki variant var da ölmək üçün, ya burada ya da ki Mədinə şəhəri. İkisindən biridir. Ayrıca da ölmək istəmərəm. Hə, burada istəyirəm. Amma ki yoxlamaq, mən yoxlamağı çox sevirəm ona görə. Amma o həyatında nə artırmaq istəyirsən sualı güman edirəm ki, yaxşıdır. Yaxşı. Sonda bir dənə bizi dinləyən insanlara bir də son not olaraq nə demək istəyirsən? Məsləhət, tövsiyə, sual, şeir, nə istəyirsən? Belə biraz kapitalist olsun, bazar olsun. Dedi. Hə, məncə çalışıb güclü olmaq lazımdır. O sözü mən çox xoş deyirəm ki, gücüm artdıqca ədalətim də artacaq. Çox yaxşı sözdür əslində. Əks olmur ki. Bu gün biz ədaləti belə güclü adamdan umuruq da. Gücsüz adamdan ədalət umursunuz. Yox. Yox. Kimə deyirik ki, bunu belə eləsən yaxşı olardı? Güclü adama deyirsən onu. Hansı ki? Elə deyil. Qoy əslində o söz orada bir ifadə də ondan ibarətdir ki, yəni sən güclü ol, qoy səndən umsunlar ədaləti. Yəni güclü olmalısan. Çünki yoxsa həmişə qurban rolunda hiss edəsən. Deyəsən ki, o məni vermədi, buna getdim olmadı, buna belə elədim, onu elədim olmadı və heç vaxt səbəbi özündə axtarmırsan da. Məncə insanın başına nə gəlirsə özündədir səbəb. Yaxşı ya da pis. Çünki başqa şeyi dəyişdirə bilmirsən zaten. Mən sizi dəyişdirə bilmərəm, amma özümü dəyişə bilərəm axı. Düz deyil. Güclü ol. Güclü, ümumiyyətlə güclü olmadınsa hər şey sənə batır. İncidir. Kimsə sənə soyuq salam verəndə də incir, xətrini deyir. Güclü ol, o anda. Kimsə səni axtarmayanda da heç vəzinə deyil. Heç nə vəzinə, çünki sən güclüsən. Okay. Bir söz var deyir ki, buyur. Axırda deyir türkçədə, axır yəni tövlədə atı olan deyir piyada yeriməkdən utanmaz da. O aydın qəşəng cümlədir. Tövlədə atı olan piyada yeriməkdən utanmaz. Çünki o bir ki tövlədə atı var. Hə də. Ehtiyac yoxdur da ki, məsələn, nəsə hiss eləyəsən. Sən daxilən bilirsən ki, güclüsən. Təsdiq ehtiyacı. Güc təkcə elə pul, para, mal deyil də, yəni özünü güclü hiss eləmək. Məncə bu özü ayrı podkast mövzusudur. Güclü olmaq nə deməkdir? Abi çox sağ ol, çox maraqlı oldu. Çox xoş oldu. Maraqlı oldu. Çox qeyri-formal. Hə. Qeyri-formal və həqiqətən gözləmədiyim belə deyək də suallar. Düşünəcəksən hə? O barədə bir şey yazı gözləyəcəm onu. Yazaram. Təşəkkürlər, çox sağ olun. Sağ ol, minnətdaram, uğurlar sənə. Çox sağ ol. Ümumiyyətlə deyim ki, onu da sonda da mən indi qısa müddətdir tanımışam. Hələ ilk tanışdığım, bilmirəm sənin bir yadına gəlir yoxsa yox, biz modern qrupda tanış olmuşuq. O söhbətdə sən var idin, o görüşə var idin. Hə. Anar müəllim. O vaxtdır ki, onda da soruşmuşdum ki, sahə nədir falan filan, biraz karyera planlaması və s. O ərəfələrdə insanlar işin üstündə bir-birini qırırdı, bir də qaldı ki, karyera zat. Yəni insan bir ay o tərəfi düşünmürdü həmin ərəfələrdə. 2000 neçə idi? 16-18 18-də idi yəni qaydanda. Hə. O vaxt sonra indi və təbii ki, sosial mediadan və sonra və mən başa düşürəm ki, bu gün mənə görə səmimi soruşsan, bunu mən təklikdə sənə də demişəm. Bu gün elə bil ki, biraz bazarın qabağındadır da bu proses. Elə bil o bazar hələ bir istəmir bunu tam. İstəyir, yetişməyib. Bazar ona yetişməyib. Sən biraz bazarı qabaqladığın üçün onun əziyyətini çəkirsən. Necə, yəni
o şey var da, elə bir o davranışı formalaşdırmaq çox çətindir. O elə bir buzqıran olursan, birinci zərbə sənə dəyir, sonrakılar ondan faydalanır. Amma zərbə birinci ona dəyir. Burada bir dənə belə incə nöqtə odur ki, adətən birinci o buzqıranlar o qaymağın da yaxşı yerini yeyir. İndi bilmirəm o hissəsini. Mən Gəncəliyəm, bizim qaymaqlarımız yaxşıdır. Yedimmi, yemədim onu bilmirəm. Gərək yeyəydin. O qədər bilmirəm yemişəm yoxsa yox. Amma məncə bunu üzbəüz danışanda inşallah söhbət edərik. Əziz tamaşaçılar, bəyəndinizsə xahiş edirəm follow eləyin, subscribe olun, paylaşın, şərh bildirin. İnşallah bu aydan daha çox yayımlarımız olacaqdır. Biz də dəstəkçi formatına başlayırıq. Siz də bizim deməli verilişlərin davamlı, podkastların davamlı istəyirsinizsə, bizə maddi olaraq dəstək ola bilərsiniz, fərdi olaraq da, şirkət olaraq da. Belə, çox sağ olun. İnşallah ki, növbəti görüşlərdən görüşərik. Bye bye. Uğurlar. Sağ olun.